Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün rasional bərabərsizliklər bölməsinə baxacağıq. Artıq bu bərabərsizliyin 4-cü alt başlığıdır. Bundan sonra 2 videomuz daha qalıb, ondan da bərabərsizliyi bitmiş olacaq. Rasional bərabərsizlik əslində eynən biz necə ki kvadrat bərabərsizliyi həll edirdik. Orada əsasən vuruqlara ayırırdıq. Ondan sonra intervallar üsulu ilə həll edirdik. Bu da eyni cürdür. Yəni intervallar üsulu ilə bunları həll edəcəyik. Sadəcə bir dənə fərqli nüans var ki, burada məxrəc sıfır ola bilməz deyə ona xüsusi diqqət eləməliyik ki, məxrəci sıfıra çevirən qiymətləri götürməyək. Qalan bütün məsələlər eyni cürdür. Məsələn, birinci fikir versəz, 5 minus x var. Biz bunu 5 minus x kimi yox, x minus 5 kimi yazırdıq həmişə. Məqsəd nə idi? Baş əmsal, yəni x-in əmsalı mənfi olmasın. Çünki elə olduğu zaman intervallar üsulunda dəyişiklik eləmək lazımdır. Qarşıya bir mənfi atdım. Nə etmiş oldum uşaqlar? Sadəcə 5 minus x-in yerinə mənfi x minus 5 yazdım. Çünki 5 minus x ilə x minus 5 əks qiymətlərdir. Qarşıya bir mənfi atdığımız zaman məsələ düzəlir. İndi hər tərəfi mənfi 1-ə vursaq nə baş verər? Solu da mənfi 1-ə vuraq, sağı da mənfi 1-ə vuraq. Bu mənfi ilə bu mənfi getdi. Təbii ki, x minus 5 bölünsün x üstə gəlir ki, sağda isə nə oldu? İşarə dəyişdi. İndi buradan deyəcəm ki, yuxarını sıfıra çevirən qiymət x-in 5 qiymətidir. Məxrəci sıfıra çevirən qiymət mənfi 2-dir. Amma təbii ki, bu mənfi 2-ni götürmürük uşaqlar. Burada önəmli nüans budur ki, mənfi 2-ni götürməməlisən. Məxrəc çünki sıfır ola bilməz. Yəni fərq budur ki, intervallar üsulunda bizim burada əsas nüansımız məxrəcdir. Məxrəc gərək sıfır olmasın. Plus, minus, plus. Nə istəyir bizdən? Müsbət hissəni. Yəni mənfi sonsuzluq, mənfi 2, 5 müsbət sonsuzluq. Mənfi sonsuzluq, mənfi 2, birləşir 5 müsbət sonsuzluq. O da bizə deyir ki, ən böyük mənfi tam əl. Mənfi 2-dən kiçik nə var uşaqlar? Mənfi 3 var təbii ki. Mənfi 1 mənfi 2-dən böyükdür. Mənfi 2 olmaz, məxrəci sıfıra çevirər. Mənfi 5-dən də mənfi 4, mənfi 3-dən daha kiçikdir. Axı niyə onları götürüm ki? Əgər mənfi 3 burada varsa, mənfi 3 götürərəm. Məsələ bitdi. İkinci sual çox maraqlı sualdır. İkinci sualda uşaqlar diqqətli olsaq, sürətin bizim üçün heç bir rolu yoxdur. Həmişə deyirəm ki, belə ifadələri ümumiyyətlə biz nəzərə almırıq. Bu bizim üçün bir kimi bir şeydir. Çünki niyə? Yuxarıdakı ifadə heç vaxt sıfır ola bilməz, heç vaxt mənfi ola bilməz. Hər zaman müsbət bir ədəddir. Onda mən onun yerinə məsələn 7 yazsa nə dəyişərdi bizim üçün? Heç nə dəyişməzdi. Bu ifadənin yerinə 7 yazsa, nə bilim 1 yazsan, hər hansı bir müsbət qiymət yazsan da heç də dəyişmir. Çünki o həmişə müsbət qiymət alır. X kvadrat üstə gəl 4 ifadəsinin qiymətlər çoxluğu 4 müsbət sonsuzluqdur. X-ə 0 verdiyin zaman minimum qiymət 4 alacaq, bir də 4-dən yuxarı qiymətlər ala bilər. Ona görə mən yuxarı baxmıram. Yuxarı hər zaman müsbətdirsə, aşağı nə olmalıdır cavabın mənfi olması üçün? Aşağı gərək mənfi olsun. Bura mənfi olsa, sürət həmişə müsbət, müsbəti mənfiyə bölərsən, cavabımız mənfi. 3 atdım o tərəfə, x 3-dən kiçik, yəni mənfi sonsuzluqdan 3-ə qədər olacaq bizim cavabımız, yəni C variantı. Gəldim 3-cü suala. Eynən bu, bundan əvvəlki bölmədə yenə var idi uşaqlar. Məsələn, yuxarıdakı ifadə bu dəfə nədir? 2-ni yazaram kökdə 4 kimi, kökdə 4 çıx kökdə 7, yuxarıdakı ifadə mənfidir. Ona görə biz məxrəci nə edəcəyik? Bura mənfidirsə, cavabın müsbət olması üçün aşağını da mənfi götürərəm. 3x çıx 4 mənfidir. Təbii ki, ciddi bərabərsi yazım, çünki məxrəc sıfır ola bilməz. 3x minus 4 mənfi olsa, mənfini bölərəm mənfiyə, cavab nə olar? Müsbət olar. Yuxarının mənfiliyini bizə vermək istəyib bu sadəcə. 4-ü ataram o tərəfə, 3x kiçikdir 4-dən, hər tərəfi 3-ə bölsək, 4 bölü 3-dən kiçik olmalıdır. Yəni, mənfi sonsuzluqdan 3-də 4. 3-də 4 də nə deməkdir? 1 tam 3-də 1 demək deyilmi? 4-ü 3-ə böldüm, 1 tam 3-də 1. Mənfi sonsuzluq 1 tam 3-də 1. Təbii ki, bu daxil deyil. D variantı. Çünki daxil olsa, onu yerinə yazsan, məxrəc 0 olacaq. Sonra gəldim 4-cü suala. Yenə uşaqlar, 4-cü sualda məsələ nədir? Sürət hər zaman müsbət bir ifadədir. X kvadrat üstəgəl 1 hər zaman müsbətdir. İnanmayanlar x-ə qiymət verə bilər. Bayaq düzdə izah elədim məsələni. İndi burada hər zaman yuxarı müsbətdirsə, onda gərək aşağı da müsbət olsun ki, cavabımız müsbət olsun. Yazıram ki, x minus 1 böyükdür 0-dan, x böyükdür 1-dən, yəni 1 müsbət sonsuzluq. Varmı belə bir şey? C variantında var imiş. Gəldim 5-ci suala. 5-ci sualda uşaqlar, 2-ni salaram kökün altında 4 kimi olar. 2 dəfə 4, 8. 3-ü saldım kökün altında 9 oldu. Görürsən ki, yuxarı deməli mənfiymiş. Onda uşaqlar aşağı nə olmalıdır? Aşağı da gərək. Baxım 4x. Aşağı da öz növbəsində gərək müsbət olsun ki, nə eləyək?
Mənfini müsbətə böldüyümüz zaman cavab mənfi olsun. Yuxarının işarəsini təyin elədikdən sonra bizim yuxarı ilə bir işimiz yoxdur ki, onsuz da onu yazmayacağıq ədəd oxunda. Bizə məxrəc x-li ifadə lazımdır. Yuxarının mənfi olduğunu gördüm, onda aşağı gərək müsbət olsun. Yəni 5 minus 4x müsbətdir. Onu da 5-i ataq o tərəfə, bərabərsizliyin sağına. Hər tərəfi bölək mənfi 4-ə. Hər tərəfi mənfi 4-ə böldüyümüz zaman x tək qaldı, işarə dəyişdi. Hər tərəfi mənfiyə böldüyün üçün bunlar getdi. Burada 1/4 oldu. 1/4-dən kiçiklər, yəni B variantı. Mənfi sonsuzluq 1/4-ə qədər. 6-cı sual. Yenə uşaqlar 6-cı sualı eyni ilə intervallar üsulundan yazırıq. Yəni bizim üçün fərqi yoxdur. Bunu vuruq kimi də yazsa, belə də yazsaydı eyni şeydir. Heç nə dəyişmir. Bir də burada uşaqlar qeyri-ciddi bərabərsizlik olduğu zaman biraz dəyişə bilir. Məxrəc sıfır olmur. Bir də o dəyişiklik olur. Başqa heç bir şey yoxdur. Biz elə buna belə baxa bilərik. Deməli, birini sıfıra çevirən qiymət mənfi 2-dir. O birini sıfıra çevirən qiymət də 3-dür. Ayırdım bunu belə. Plus, minus, plus. Nə istəyir? Minusu istəyir. Yəni, mənfi 2, 3 aralığı varmı elə bir şey? Bax, Y variantında var imiş. Sadə bir sualdır. Baxıram 7-yə. Bunlar asan olduğu üçün biraz sürətli gedirəm. Yəni, burada neyniyə bilərəm ki, nəyi izah edeyim? Ancaq intervallar üsulu yazırsınız da. Onu da interval üsulunda bundan əvvəlki bölmədə çox super şəkildə hər şeyi danışdıq. İntervallar üsuluna aid bütün xırdalıqları, incəlikləri dedik. Əgər oranı yaxşı bilirsinizsə, burada heç bir probleminiz olmayacaq. Amma orada zəifliyiniz varsa, təbii ki, birinci o videoya tam baxın. Orada bütün incəlikləri, hər şeyi demişəm, nə lazımdırsa. Baxın, yuxarını sıfıra çevirən qiymət 2-dir. Aşağını sıfıra çevirən qiymət mənfi 3-dür. Ayırdım bunu bu cür. Plus, minus, plus. Nə istəyir? Müsbəti istəyir. Onda mənfi sonsuzluqdan mənfi 3-ə birləşir 2-dən müsbət sonsuzluğa. Varmı belə bir şey? A variantında var imiş. 8 biraz fərqli sualdır. 8-də uşaqlar, bəzən uşaqlar hər tərəfi x-ə vurur. Bu çox yanlışdır. Sən x-in işarəsini bilmirsən ki, hər tərəfi x-ə vurasan. Bərabərsizlikdə dəyişənə vurmaq təhlükəlidir. Mütləq bilməlisən işarəsini, ondan sonra vurmalısan. Bu misalda ən optimal variant nədir? 8-i bərabərsizliyin soluna ata bilərik. Soluna atsaq nə olar? Çıx 8 olar. Sola atdım, sağda 0 qaldı. Ondan sonra ortaq məxrəc. Bunu x-ə vuracam təbii ki. X kvadrat üzərinə qədər 16 çıxılsın 8x kiçik bərabər 0. Burada uşaqlar bircə bunların yerini dəyişsəm görəcəksiniz ki, burada məsələ nədir? Bunların yerini dəyişən kimi nə oldu? Yuxarıda bir tam kvadrat var uşaqlar. Yuxarıda əslində x minus 4-ün xaricdən kvadratı var. Bunların yerini dəyişə bilərəm də, sadəcə göstərmək üçün. Yəni, birinci bunu yaza bilərdim özüm, amma istədim ki, əvvəl elə yazım, sonra yerini dəyişim ki, aydın görəsiniz. Tam kvadrat var, aşağıda isə x var. İndi uşaqlar, həm yuxarını, həm də aşağını sıfıra çevirən qiymətləri yazıram. Yuxarını sıfıra çevirən qiymət 4-ün özüdür. Təbii ki, bu daxildir, çünki sürət sıfır ola bilər. Amma məxrəci sıfıra çevirən bu sıfır qiyməti daxil deyil. Bu cür ayırdığımız zaman nə edirdik? Bura bir C hərfi yazırdıq. Əgər mötərizənin qüvvətində cüt bir ədəd varsa, mütləq C hərfi yazırsan ki, solu sağı eyni işarəli olacaq. Yəni, müsbətlə başlayanda bir dəfə də müsbət, sonra mənfi. Bunu da əvvəlki bölmədə uzun-uzun danışmışıq deyə də uzatmıram. Bizə nə lazımdır? Mənfi hissə lazımdır. Onda deyərsiniz ki, mənim buradan gəlirik bura qədər, bir də 4-ü götürürük. Bax, həmişə deyirəm, mənfi sonsuzluqdan 0-a qədər yaxşı sizlə razıyam. Axı 4-ün özü də daxildir. Çünki 4 sağı da, solu da ifadəni müsbət edir. Bizə lazım deyil, bizə mənfi lazımdır. Amma 4-ün özü ifadəni 0 etdiyi üçün və bizdə qeyri-ciddi bərabərsizlik olduğu üçün 4-ün özü bu bərabərsizliyi ödəyir. Mən 4-ü necə götürməyə bilərəm? Axı 4 bunu ödəyir. Ona görə 4-ü ayrıca götürürsünüz. Doğru cavabımız olur D variantı. Həmişə belə suallarda diqqətlə baxın ki, görəsən niyə orada 4-ü verirlər? Nəsə bir məqsəd var da yəqin. Həmişə cavablarla işləməyi öyrənin. Mütləq cavablara baxmalısınız ki, düzdür, uşaq bunu mükəmməl bilirsə cavaba ehtiyacı yoxdur, amma bəzən uşaqlar nəyisə diqqətdən qaçıra bilir. Hələ mənim kimi diqqətiniz biraz zəifdirsə, imtahanda çox belə diqqət səhvləri eləyə bilərsiniz. Mütləq nə edirsiniz? Bu cür cavablarla işləyirsiniz bəzən. Onu atdım bərabərsizliyin soluna. Ortaq məxrəc elədik. Bunu x-ə vuracam. Bax, x kvadrat. Sonra mənfi 10x-i yazıram. Ondan sonra 25-i yazıram. Necə istəsəm yaza bilərəm. Onun hamısı yuxarıda olacaq. Yuxarıdakı ifadə bizə verdi x minus 5-in xaricdən kvadratı bölü x kiçik bərabər 0. Deməli, yuxarını sıfıra çevirən qiymət 5-dir. 5-i yazdım. Aşağını sıfıra çevirən qiymət 0-ın özüdür. Ayırıram bunu intervallara. 5-in üstə bir C hərfi yazıram, çünki cüt qüvvət var. Sağına müsbət,
Burada müsbət, sonra isə mənfi. Qiymət verib baxa bilərsiniz bu arada. 5-dən yuxarı qiymət verin, 0-dan 5 arasında qiymət verin və s. Sonra bizə deyir ki, nə zaman mənfidir? Bizə deyir ki, 0-dan 5 yarım intervalında mənfini mi istəyirdi bizdən? Mənfini yox. Mənfini istəyirdi. Mən nə yazmışam bəs? Mənfini istəyirsə, mənfi sonsuzluq 0. Bir anlıq qarışdırdım az qala. 0 bir də birləşirdi 5-in özü ilə. Çünki 5-in solu sağa ödənməsə də özü ödənir. Varmı belə bir şey? Bax, yenə A və eyni sualdır uşaqlar. Hər ikisində cavablar da bir-birinə bənzəyir. Bərabərsizliyinin neçə natural həlli var? Deməli, nə edəcəyik uşaqlar? Çox asan şəkildə sürətləri eyniləşdirsək, məsələ düzəlir əslində. Bax, birincidə sürət 3-dür. Burada 3 olsa qəşəngdir. Əla 3-dür. Bunu da 3 eləyək də. 3-ə vuraq aşağını, yuxarını. 3 bölünsün 6 oldu. Sürətləri uşaqlar fikir versəz, 3, 3, 3. Amma mən bilirəm ki, bir kəsirin ki, məxrəci kiçikdir, sürətləri eyni olan kəsirlərdən söhbət edir. Deməli, o kəsir böyükdür. Onda əgər ən böyük kəsir budursa, deməli, bunun sürəti ən kiçiymiş, məxrəci ən kiçiymiş. Məxrəc nə qədər kiçiksə, bu qədər böyükdür. Onda mən belə yaza bilərəm. 10 böyükdür x, böyükdür 6. Nə etdim? Dəyişdim. Məsələ budur. Çünki məxrəc nə qədər kiçik olarsa, kəsir o qədər böyükdür. Düzdür, biz bunları tərsinə çevirə bilərik. O da mümkündür. Amma bunu eləməyək məncə. Fikrinizi biraz da qarışdıracaq. X burada ola bilər. 7, 8, 9. 3 dənə belə qiymət var uşaqlar. Ümid edirəm məntiqi başa düşdünüz. Kəsirlərdən, sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan daha böyük. Nə qədər məxrəc kiçik olsa, kəsir o qədər böyükdür. Bu da belə. Məsələn, bunları tərsinə çevirmək olardı uşaqlar. Mən nə demək istəyirəm? Bayaq dedim deməyim, amma deyim də. Bax, bunu çevirdim tərsinə 10 bölü 3. Bunu çevirdim tərsinə x bölü 3. Bunu çevirdim tərsinə 6 bölü 3. Düzdür? Bəli. Onda işarə nə olmalıdır? Belə olmalıdır. Məxrəclər eyni olduğu üçün sürəti elə belə də götürə bilərsiniz. Yenə də eyni şeydir. Bu hər tərəfi 3-ə vurarsan bərabərsizlikdə 3-lər yoxa çıxar. Hər tərəfi 3-ə vursaq nə olacaq? Bu 3-lər getdi. Elə bu gördüyümüz qaldı. Sonra 11-ə baxaq. 11-də uşaqlar sürət nədir? Mənfidir. Məxrəc onda gərək nə olsun? Məxrəc deməli gərək müsbət olsun ki, mənfini bölək müsbətə, cavabımız mənfi olsun. İndi hər tərəfi mənfiyə vur. İşarə belə baxdı. 2-ni sağa atdım. X 2-dən kiçik olsun. Yəni B variantı. Bu qədər sadə. Arada bir asan suallar da veriblər. Bərabərsizliyini həll eləyin deyir. 12-yə baxıram. Birinci uşaqlar, mən aşağı ümumiyyətlə baxmıram. Boş verin geçsin. Çünki niyə? Məxrəc gördüyümüz kimi heç vaxt mənfi olmayacaq, heç vaxt 0 olmayacaq. Bu ifadə minimum 9-un özünü ala bilər. Bir də 9-dan böyük qiymətlər ala bilər. 9 müsbət sonsuzdur bunun qiymətlər çoxluğu. Madəm elədirsə, o mənim üçün bir ədəddir də, konkret müsbət bir ədəddir sanki. X-ə nə verirəmsə verim, aşağı həmişə müsbətdir. Aşağı həmişə müsbətsə sürət nə olmalıdır? Müəllim mənfi olmalıdır. 0 da ola bilər, çünki yuxarı 0 olsa 0-ı nəyə bölsən böl, cavab 0-dır. Deməli doğrudur. Onda yuxarı ya mənfidir, ya 0-dır ki, cavab nə olsun? Ya mənfi, ya 0 olsun. Yəni qısaca buna baxmırsan ümumiyyətlə, bir rolu yoxdur bunun. Bunu vuruqlara ayırsam x minus 3, x plus 3 2 bərabər 0. Bunu 0-a çevirən qiyməti 3-dür. X-in 3 qiyməti, burada isə x-in mənfi 3 qiyməti. Əslində bunu sizə qısa üsulunu demişdim bundan əvvəlki bölmədə. Ona görə birbaşa deyə bilər ki, müəllim, kiçikdir varsa cavabımız mənfi 3 müsbət köklər arası deyirdik. Amma eybi yox. Müsbət, mənfi, müsbət, mənfini istədiyi üçün mənfi 3 ilə müsbət 3 arası götürürdünüz. Cavabımız olurdu B variantı. Təbii ki, mənfi 3 ilə müsbət 3 daxildir. Niyə daxil olmasın ki? Məxrəc onsuz da 0-a çevrilmir. Məxrəc bizim üçün təhlükə deyil ümumiyyətlə. Eyni məsələ burada uşaqlar. Bunu eyni cür uzatmayaq. Yuxarı nə edəcəm? Aşağı hər zaman müsbətdir deyə yuxarını elə mənfi ya da 0 götürərəm. Vuruqları ayırsaq x minus 2, x plus 2 kiçik bərabər 0. Qeyd edirəm 1-i mənfi 2-dir, 1-i müsbət 2-dir. Ayırdıq belə. Plus, minus, plus. Mənfi hissəsini istədiyi üçün mənfi 2 ilə müsbət 2 parçası deyərik. Bu da B variantı. 14-ə baxaq. Bərabərsizlik tam əllərinin cəmini tapın deyir. Görək belə qəşəng bir qələmimiz varmı? Maraqlı bir rəng yox. Uşaqlar boz rəng, mənim boz rənglə yazın deyir. Boz rəng görünürmü ki? Heç, bu olmadı. Bunu götürək. Bənövşəyi qələm. Bu hardasa, bu da çox incə oldu. Eybi yox. Nədir bizə? 3 vurulsun x minus 7
x üstə gəl 8 kiçik bərabər 0. Tam əllərini cəmini istəyir bizdən. Mən də fikirləşirəm ki, bu ifadə, burada uşaqlar 3-ün bir rolu varmı? Xeyr, təbii ki. 3 nə edəcək ki, yüyə bərabərdir? 3-ə at getsin. 3-ə vursan nə olar, 15-ə vursan nə olar? Heç bir önəmi yoxdur. Bizə sadəcə yuxarını və aşağını sıfıra çevirən qiymətlər lazımdır. Yuxarını sıfıra çevirir 7 qiyməti və bu 7 daxildir, çünki 0 halda mümkündür. Aşağını sıfıra çevirir -8 qiyməti. Ayırdım bunu intervallara. Plus, minus, plus. Deyir, nə zaman mənfidir? Mən də baxıram ki, -8 ilə 7 parçası yarım interval daha doğrusu olacaq. Tam əllərini cəmini tapın deyir. Buradakı tam əllər də uşaqlar. Baxın, -7-dən başlayıram. -6, -5, nöqtə gəlirəm 0-a qədər, sonra 1, 2, gəlirəm 5, 6, 7. Cəmləsək -7, -7-yə qədər, -6, -6, -5, müsbət cavab 0 olacaq. Hamısını cəmləsək, tam əllərimizin cəmi təbii ki, nə oldu? 0 oldu. Gəldim 15-ə. 15-də görək nə var. Bərabərsizliyinin ən kiçik müsbət həllini deyir tap. Müsbət tam həlli təbii ki. Burada uşaqlar bir dənə incəlik var ki, bunu sizə demişəm. Elə hər dəfə eyni video deyirəm, bundan əvvəlki video. Çünki burada fikir verin, baş əmsal mənfi olduğu zaman interval pozulacaq deyə bura bir nə edirəm? Mənfi atıram və işarəni dəyişirəm. Bundan sonra əvvəlcə nə edirəm uşaqlar? Və diqqətlə baxın. Dedim ki, belə eləyək. Biz yuxarını x-7 yazmalıyıq, amma özümüzdən onu x-7 yazsaq, biz bərabərsizliyi pozmuş olacağıq. Buna görə qarşıya bir mənfi atıb x-7 yazsaq, heç nə pozulmayacaq. Ondan sonra hər tərəfi -1-ə vursam, solda sağı da -1-ə vursam, burada bu mənfi ilə bu getdi. x-7 bölü x üstə gəl 5, işarə belə dəyişdi. Sonra aşağına sıfıra çevirən qiymət -5-dir, daxil deyil. Yuxarına sıfıra çevirən qiymət 7-dir, 7 daxildir. Ayırdıq bunu bu cür. Plus, minus, plus. Deyir, nə zaman müsbətdir? Mən də baxıram ki, mənfi sonsuzluqdan -5-ə birləşir 7 müsbət sonsuzluq. Bərabərsizliyinin ən kiçik müsbət tam həllini tapın. Ən kiçik müsbət tam həlli nə olacaq uşaqlar? Elə 7-nin özü olar. Çünki burada onsuz da müsbət həlli yoxdur bu tərəfdə. Burada isə 7-dən yuxarı elə 7-nin özünü götürərsən. Biraz maraqlı suallara gəlir. Bu maraqsızdır hələ ki. 16-a görə bizə nə deyir? Bərabərsizliyini həll eləyin deyir. Müəllim, çarpaz vuraram deyirsinizsə, rüsvay olduq. Çarpaz vurmayın. Başqa nə etmək olar? Bir bərabərsizlikdə uşaqlar, yəni belə bir bərabərsizlikdə hər tərəfi nəyəsə vurmaq həmişə problemdir. Ancaq nə zaman problem olmaz, sənə x ilə bağlı məlumat versin. Sən bilsən ki, x məsələn mənfi deyil, onda başqa məsələ. Deyə bilərəm ki, bunu sola ataq. Sola attığımız zaman 2 bölünsün x minus 4. Kiçikdir 0. Ortaq məxrəc x üstə gəl 3, x minus 4. Bunu vuracam x minus 4-ə, bunu vuracam x üstə gəl 3-ə. Burada aldım 3x çıxılsın 12. Burada aldım 2x çıx 6, kiçikdir 0. Yuxarıda alındı x minus 18. 3x-dən 2x çıxdım. Mənfi 12, mənfi 6. Bu da mənfi 18. Aşağıda isə x üstə gəl 3, x çıxılsın 4, kiçikdir 0. İndi bunu intervallarla uşaqlar yaza bilərik. Bir kökümüz, məsələn, yuxarını sıfıra çevirən qiymət, ən böyük qiymət 18-i buraya yazdım. Bunu sıfıra çevirən qiymət, ikinci vuruğu 4-dür. Düzün desəm 4-ü biraz sola gətirə bilərəm, çünki 18 çox yaxın oldu. Bunu sıfıra çevirən qiymət də mənfi 3-dür. Bu da buralarda olsun. Ondan sonra bunu ayırdıq belə. Bütün baş əmsallar müsbətdir, onda belə başlaya bilərəm. Plus, minus deyə. Nə zamandır kiçikdir? Baxıram ki, mənfi sonsuzluq mənfi 3, 4-dən də 18-ə. Mənfi sonsuzluq mənfi 3 birləşir 4, 18. Görək, varmı belə bir şey? Mənfi sonsuzluq mənfi 3, 4-dən 18-ə var imiş, çox şükür. Olmaya da bilərdi. Nə edəcəkdik? Nə edəcək? İndi baxaq 17-yə. 17 uşaqlar, mövzu nədir burada? Burada mövzu budur ki, bir kəsrin qiyməti 1-dən böyükdürsə, onda onun sürəti məxrəcindən böyükdür deyib həll edə bilər. Əslində, o cür eləyəcək, amma onun məntiqini qoy izah eləmişsə, birbaşa belə deməyim. X kvadrat üzərinə gəlir 9 böyükdür 1. Baxın, bu ifadə necə ifadədir? Müəllim, hər zaman müsbətdir. Bayaqdan 40 dəfə demişsiniz ki, x kvadrat üstə gəlir 9-un qiymətlər çoxluğu 9 və 9-dan yuxarı qiymətlərdir. Çünki niyə? X-ə minimum
X kvadratda daha doğrusu minimum 0 verə bilərsən. Çünki x kvadratda axı o mənfi qiymət ala bilməz. Minimum 0 alar. 0-ın da üstünə 9 gəldiyin zaman minimum qiymət 9 olur və 9-dan yuxarı qiymətlər ala bilər. Madəm bu mənfi deyil, onda hər tərəfi vururam. X kvadrat üstəgəl 9-a. Solu sağı vururam. Vurduq. Bundan bu getdi. Oldu x üstəgəl 15. Burada isə x kvadrat üstəgəl 9. Bunları o tərəfə atsaq. X kvadrat mənfi x 15 də gəlsə mənfi 6 mı oldu? İşarə belə baxır bu arada. Çünki sağ attığımda bu bura baxmalıdır. İşte verin buna baxmalıdır. Kiçikdir hissəsi. Düz yazdıqmı? Ümid edirəm yazdıq. Bəli. İndi burada uşaqlar viet ilə getsə, vieti də izah eləmişəm, yəqin öyrənmisiniz artıq. 2 və 3 deyəcəm. Cəm nə olsun? Müsbət 1 olsun deyə bunu mənfi götürürəm. Vuranda mənfi 6, toplayanda mənfi 1. Düz demədim, düz dedim. Toplayanda müsbət 1 əksin yazıblar. Əla. Mənfi 2 və 3. Yəni biz bunu belə vuruqlara ayırırıq. X minus 3. X minus mənfi 2 o da toplanacaqdır. Bu cür. Düzdür, bunu eləməsəz də olardı. Yəni kiçikdir varsa, kökləri tapmışsansa mənfi 2, 3 deyirdiniz, bitirdi mövzu. Kökləri tapmışamsa və kiçikdir işarəsi varsa, köklər arası olacağımız. Böyükdür işarəsi olsa, mənfi sonsuzluq kiçik kök birləşir, böyük kök müsbət sonsuzluq. Bunu yəni ki bilir. Bu hardan gəldi 3 bura müəllim deyə bilərsiniz deyə. Mən də bunu tez bura 2 eləyim ki, heç kim görməsin. Düşünək ki, görməmisiniz. Bəli. İndi cavabı tapmışam. Onsuz da niyə bunu bir də ehtiyac varmı? Eyb yox, yenə də. Sonra inciyirsiniz ki, müəllim tez bazar izah elədiniz. Plus, harada minusdur? Mənfi 2 ilə 3 arası. Nə istəyir? Bərabərsin ən böyük tam əlini tapın. Ən böyük tam əldə 2 olacaqdır uşaqlar. 3-dən kiçik olmalıdır. Mənfi 2-dən də böyük. Nə var orada? Ən böyük 2 var. Növbəti sualımız. Bərabərsindir, həll edin. Burada uşaqlar aşağıda 4-ü ortaq vuruq kimi çıxaracaq. Yuxarıda x kvadrat var. X çıxılsın 2 var. Buradan 4-ü ortağa çıxarsaq x üstəgəl, yox, 2x üstəgəl 1 oldu. Az qala bax, yenə səhv edirdik. 2x üstəgəl 1. Kiçik bərabər 0. Burada uşaqlar səhvə yol vermək olmaz, çünki kökü səhv tapa bilərsiniz. Ortaq vuruq doğru çıxarılmalıdır. Ondan sonra 4-ü atıram gedir. Niyə atdınız müəllim? Hər tərəfi 4-ə vursa nə olar? Buradakı 4 qədər, sağ tərəf yenə 0 olacaqdır. Yəni bir önəmi yoxdur oradakı 4-ün. Müsbət bir ədədin bizim üçün heç bir önəmi yoxdur bərabərsizlikdə. Ondan sonra nə edirəm? Köklərimizi qeyd edirəm. Birinci burada kvadratik bir kök var, onu da yadda saxlayıram. Bu mötərizəni sıfıra çevirən qiymət, bunu sıfıra çevirən qiymət 2-dir. 2-ni yazdım bura. Bunu sıfıra çevirən qiymət 0-dır, bunu yazdım bura. Məsələ odur ki, bunlar hamısı nə olacaq? Daxildir. Çünki niyə? Sürətdədirlər. Amma məxrəci sıfıra çevirən hansı qiymətdir? 2x üstəgəl 1 bərabər 0, 2x bərabərdir mənfi 1, x bərabər mənfi 2-də 1. Bura məsələn mənfi 0.5-lər yazıblar deyə, bura müsbət. Mən də belə yazıram, mənfi 0.5. Daxildirmi? Xeyr, çünki məxrəcdədir. Bunu bu cür ayırdım. Tələsmirəm burada. Çünki niyə? Cüt qüvvət var idi. Bura bir C yazıram ki, bunun solu sağı eyni olmalıdır. Sağdan necə başlayırdıq? Müsbətlə. Əgər bütün baş əmsallar müsbətdirsə, sonra mənfi, sonra yenə mənfi. Çünki niyə? Cüt qüvvət varsa, solu sağı eyni olmalıdır. Nəhayət, kiçikdir hissəsini istədiyi üçün nə deyəcəm? Deyirəm ki, mənfi 0.5-dən elə 2-yə qədər. Bayağı doğru tapmışıq. Deyə bilər ki, müəllim, bir dəqiqə, mənfi 10.5 daxildirmi? Xeyr. Bayağı deməli düz tapmamışıq. Y variantı. Çünki bura daxil deyil. Bu məxrəcdə daxil. Məxrəc 0 olmasın deyə bu daxil deyil. Belə səhvlər necə eləmək olar? Bayaqdan onu izah eləmək istəyirəm ki, məxrəc 0 ola bilməz. Sonra özüm orada diqqət səhv eləyirəm. Eybi yox. Haqqınızı helal edin. Məsələ nə oldu uşaqlar burada? Mənfi 0.5-dən 2-yə qədər gəldim, düzdür. Burada 0 da daxil. 0 da daxil olduğu üçün bunu belə 2 hissəyə ayırmağa ehtiyac yoxdur. Həmişə cüt qüvvətdə də belə bir şey eləyirlər. Tam daxil, 0 özü də orada daxil deyilmi? Sən tutaq ki, yazdın mənfi 0.5-dən 0-a, 0-dan 2-yə. 0-dan niyə böldün ki? 0 axı daxildir, o da bölməyə ehtiyac yoxdur axı. Bu bura daxil olmasa idi əgər, onu da deyə bilərdik ki, müəllim onu ayırmaq lazımdır. Amma burada ehtiyac yoxdur, çünki hamısı daxildir. Yazdın, getdi. Bir də burada mənfi 0.5-dən məxrəci sıfıra çevirdiyi üçün daxil deyil təbii ki, onu götürə bilməzsən, ona görə B variantı səhv oldu. Bərabərsindir, həll edin. Deməli, başlayaq görək. Birinci, sıfıra çevirən qiyməti. Bu sadədir uşaqlar, burada heç nə yoxdur. Sadəcə qiymətləri yaz, məsələ bitdi. Məxrəci sıfıra çevirən qiymətlərdən biri 2-dir. Bunu 2 sıfıra çevirər. Sonra mənfi 3-dür, mənfi 3-ü buraya yazaq məsələn. Mənfi 3 var. Sürədə sıfıra çevirən qiymətlərdən biri 0-dır, biri də mənfi 1 deyilmi? Bəli, mənfi 1-i buraya yazım, 0-ı da buraya yazım. Heç biri daxil deyil, çünki burada ümumiyyətlə ciddi bərabərsizlik var. Əgər qeyri-ciddi olsa, yuxarıdakıları daxil eləyərdim. Məsələn, burada mənfi 1-lə, bir də nəyi? 0-ı daxil eləyərdim.
Amma mənfi 3-dən 2 daxil olmazdı yenə də. Çünki məxrəcdədir. Amma ciddi olduğu üçün heç bir daxil deyil. Ondan sonra cüt qüvvət varmı? Yoxdur. Baş əmsalları müsbətmi? Müsbətdir. Onda heç bir problem yoxdur. Ən sadə halda veriblər bizə. Deyir ki, nə ilə? Plus, minus, plus, minus, plus yaz getsin. Bərabərsini həll edin. Mənfi demir bizə. Mənfi 3 ilə mənfi 1 arası olacaq. 1-i birləşir. 0 ilə 2 arası. Varmı belə bir şey? A variantında çox aydın şəkildə görünürmüş. Məsələ bitdi. 20 yenə eyni sualdır uşaqlar. Bütün sıfıra çevirən qiymətləri yazırıq. Məsələn, buna da bir daxildir versəydiniz, maraqlı olardı misalda da. Ancaq eyni şeyləri yazmazdıq, amma eybi yox. Din belə məsləhət görüb. Yuxarını sıfıra çevirən qiymət nələrdir? Sıfırdır, burada x-in 1 qiyməti, burada x-in 3 qiyməti, burada x-in mənfi 2 qiyməti. Kiçikdən böyüyə düzmək lazımdır əzizim. Birdən səhv düzsən, misal getdi. Nə edəcəksən? Müəllim, diqqət səhvim oldu. Nə edə bilərəm? Da keçdi də, nə edə bilərsən? Mənfi 2, 0, 1, 3. Ələkbər demiş, da getdi də. Nə edə bilər? Deməli, nədir bizə? Kiçikdir 0 olsun. Bütün baş əmsalları müsbətdir, cüt qüvvət yoxdur. Onda nə edə bilərəz? Müsbət, mənfi, müsbət, mənfi, müsbət. Ən əyləndiyin şey budur bilirəm bu bölmədə. Nə istəyir bizdən? Mənfini istəyir. Deyirsən ki, müəllim, mənfi 2, 0 intervalı. 1-dən də 3-ə qədər gedə bilərəm. Mənfi istəyir. Bura ayaq basmaq olmaz müsbətlərə. Çünki müsbət istənir. 1, 3. Varmı belə bir şey? Y variantında varmış. Gəldim 21-ə. Tapdığın cavabı cavablarda tapmamaq da bir nədir? Bir qorxumuzdur. Yeni fobiya. Cavaba fobiya. Elə adlar var. Tipdə. X kvadrat. Deməli, x kvadrat minus 16. Bunu nə edərik? A minus B plus B. X minus 4. X plus 4 yazdın, getdi. Məxrəcdə x üstəgəl 3 var. Kiçikdir 0. Başlayıram düzməyə. Bunu sıfıra çevirən qiymət mənfi 4. Bu müsbət 4. Burada 0. Burada da mənfi 3. Hamısını tapdım mı? Bəli. Başlayaq düzməyə. Mənfi 4 buradadır. Mənfi 3 buradadır. 0 buradadır. 4 buradadır. Heç biri daxil deyil. Çünki ciddi bərabərslik var. Ayırırsan intervallara. Cüt qüvvət varmı? Var imiş. Bax, x kvadratda cüt qüvvət olduğu üçün buraya bir c yazıram. Ona sıfıra çevirən qiymətin üzərində bir c yazmalısın. Bax, həmişə mən özümə nə edirəm? Sual verirəm. Baş əmsallar müsbətdirmi? Bəli. Cüt qüvvət varmı? Var imiş. Olmasa deyərdim yox. Bunları özünüzə bərabərlikdə sual verməlisiniz ki, axırda səhv eləməyəsiniz. Ya da heç belə qorxunuz olmasını istəyirsə, qiymət verin bir-bir. Qiymət də verib bunları tapmaq olur. Yəni 4-dən yuxarı qiymət verin, sınaq nöqtəsi deyirlər ona. 0-la 4 arasında bir sınaq nöqtəsi götür. Məsələn, 1-i qoy yerinə görə işarə nədir? O cür tap. Amma biz ehtiyac duymuruq. Mənfi, mənfi, müsbət, mənfi. Biz də bunu 100 dəfə demişik çünki. Mənfini istədiyi üçün mənfi sonsuzluq. Mənfi 4 birləşir. Mənfi 3, 0 birləşir. 0, 4. Bax, bayaq bunu bütöv götürmüşdüm, indi götürmədim. Niyə? Çünki burada 0 daxil deyil. Bayaq daxil olduğu üçün hamısını götürmüşdüm. Mənfi 3-dən 4-ə bütöv. Amma burada 0 bizə problem yaradır. Çünki 0 ifadəni 0-a çevirir, amma bizdə burada 0-a bərabər olmamalıdır. Kiçikdir 0 olmalıdır. Amma bayaq kiçik bərabər vermişlər deyə elə götürmüşdük. Ən böyük təməl nə olacaq? Çox uzadıram uşaqlar. 0-la 4 arasında 3-dür. Bu da belə. Amma burada incəliklər var deyə istəyirəm bunları danışım ki, siz də bunu tam qavrayasınız. Yoxsa tez bazar izah edib keçsəm nə olacaq? Çox da bir şey öyrənməyəcəksiniz. Elə bir dənə sual öyrəndin, getdi. Nə oldu ki? Dostum, get də. Sən niyə bəzi insanlar kimi bərabərsini həll edin? Deməli, nə edə bilərəm? Ortaq məxrəc. Nə edəcəyik ki? Nə edəcək? 2x minus 1 var. Bu ifadəni bütövlükdə vururam 2x minus 1-ə. İfadəni bütöv sürədə gətirmək istəyirəm deyə. Bunu eləyə bilərəm. Ayrı-ayrı da olar. Bütövlükdə də olar. 2x minus 1 vurulsun. 2x çıx 3. Üzərinə gəl 1. Kiçikdir 0. 2x'i 2x'ə vurdum. 4x kvadrat. 2x'i mənfi 3'ə vurdum. Mənfi 6x. Mənfi 1'i 2x'ə vurdum. Mənfi 2x. Mənfi 8x oldu. Görürsünüz, birbaşa yazıram. Niyə? Çünki vaxtımız azdır. Həm dünyada, həm imtahanda. Qısa bir vaxt müddətimiz var. 2x, 4x kvadrat səhv eləməyək bu qısa müddətdə düz dedik. Ondan sonra əminsənmi? Əminəm. 4x kvadrat çıx 8x üzərinə gəl 4. Yuxarı uşaqlar tam kvadratdır. İnanmayan nə edə bilər? 4'ü ortaq çıxarar. Görər ki, həqiqətən də müəllimlə uzaq görən insandır. Oradan gördünüz müəllim siz. Nə ayaqsınız?
Yuxarıda 4-ə atıram gedir. Nə ehtiyac var 4-ə? Demişdi axı müsbət ədədin bir rolu yoxdur bizim üçün. Mənfi olsa başqa məsələ problem yarada bilərdi. İndi yuxarını sıfıra çevirən qiymət 1-dir. Daxildirmi? Xeyr. Aşağını sıfıra çevirən qiymət 2-də 1-dir. 10-da 5 x-ni xətrinizə qeyd elədim. Heç biri daxil deyil. Cüt qüvvət varmı? Var imiş. Bura bir C yazdım. Müsbətlə başlayıram. Çünki bütün başlamçılar müsbətdir. Müsbət, müsbət, mənfi. Plus, minus, plus getmirik. Niyə? Çünki birin solu sağı eyni işarədə olmalıdır. O da bizdən mənfini istədiyi üçün elə mənfi sonsuzluq, mənfi 0.5 deyərsən, məsələ bağlanır. Yəni bu hissə, mənfi hissəsi. Nə istedi bizdən? 22-yə baxırdıq da. Mənfi sonsuzluqdan mənfi 0.5-ə. Bu dəfə də məsələn mənfi 2-də 1. Gəl belə yazılar, gəl. Mən də haradan bilim? Elə yazıram, cavab belə çıxır, belə yazıram, elə çıxır. Mənfi 2-də 1, müsbət 2-də 1-dir. Baxım görüm. Müsbət 2-də 1-dir bizdə, mənfi deyil. Mənfi 2-də 1 haradan gəlir? Bunu 2-də 1 sıfıra çevirərlər. Bax, çox səhv. Belə cavablarda uşaqlarım diqqətli olun. Bax, mən də diqqət səhv eləyən kimi baxıram ki, görüm orada A-dır yoxsa B-dir. Təbii ki, A-dır. Çünki bizdə mənfi 2-də 1 haradan gəldik? Bu məxrəci sıfıra çevirən qiymət 2x minus 1 bərabər 0, 2-də 1-dir. Nə işin var sənin mənfisi ilə? Mənfi mi var orada? Bax, belə. Diqqətli olmaq lazımdır, əzizlərim. Bu bölmə çox diqqət tələb edən bölmədir. Bir budur, bir də bərabərsizliyin modullar, irrasional hissəsi. Bərabərsizliyin yox, tənliklərin. Orada da kənar kök məsələləri insanı çox çaşdırır. Düzdür, bu misaldan bir dənə yazsan çaşmazsan. Mən də burada 40 dənə, 50 dənə misal yazıram deyə. İstər-istəməz biz də insan, adam övladıyıq deyə nə olur? Biz də bəşərin bir hissəsiyik, bəşəriyyətin. Ona görə səhv eləyə bilirik. X üstə gəl 2 aşağıda. X kvadrat. X-i vurdum mənfi 1-ə, mənfi x, 2-ni vurdum mənfi 2 bərabər 0. Yuxarıdakı ifadənin kökləri var da, elə deyilmi? Var. Nə var burada uşaqlar? 1, 2 desəm, cəm müsbət 1 olsun deyə bunu mənfi götürərəm. Mənfi 1-i vurdun 2-yə, mənfi 2, topladın müsbət 1, əksin yazıblar, düzdür. Deməli, biz bunu vuruqlara ayırsaq, x minus mənfi 1 toplanar, x minus 2, yazaram bunda belə, x üstə gəl 2 də burada var, kiçik bərabər 0. Ondan sonra hər üçünü sıfıra çevirən qiymətləri axtarıram. Məxrəci sıfıra çevirən qiymət mənfi 2-dir, bu daxil deyil. Amma sürəti sıfıra çevirən qiymətlər biri mənfi 1-dir, o daxildir, bir də müsbət 2 var, o da daxildir. Hər ikisi daxildir. Ayırdıq bunu belə. İndi baxıram ki, cüt qüvvət varmı? Yoxdur. Ona görə plus, minus, plus, minus. Minusu istədiyi üçün mənfi sonsuzluq, mənfi 2 birləşir, mənfi 1, müsbət 2. Varmı belə bir şey? Yuxarı, yəni burada olmalıdır. Ən böyük tam 50 soruşur. Burada ən böyük tam 50'miz 2-dir, göründüyü üzərə. Sonra gələk 25-ə. 25 də uşaqlar eyni sualdır. Nə edəcəyik burada? 25-də mənfi 2-ni atarıq sol tərəfə. Heyfdir bu suallar, nə qəşəng suallardır. Bu sualda bir dənə qurtulaq. Hesablama tələb edir. Mənfi 2-ni attım bu tərəfə. Müsbət 2 oldu, böyük bərabər 0. Ortaq məxrəc 2-dir, x-dir. Bunu vuracam. Fikir verin, qısa bir şey yazmışlar. Bu da mənfi x var, bu da 2x deyilmi? 2x-lə mənfi x hesablasam müsbət x qalar, çıxaldı. Yəni, bunları bilirsiniz deyə biraz sürətli yazıram. Video olur 2 saat, 3 saat, müəllim 2 saat video mu olur? Biri yazır, lazımsız dərəcədə uzun izah eləmişsiniz. Elə bir dostumuzdan icazə almalı ki, nə qədər izah eləyək. Çıx, get bu kanaldan dostum. Daha sürətli izah elən müəllimlər tap. Buradan nə edəcəyik? Mənfi 1, mənfi 3 deyəcəm, müsbət 2 deyəcəm. Toplasam nə olar? Mənfi 1, bura əksin yazırlar. Hasil də ki, mənfi 6. Hər şey əla. X çıxılsın bir kök. Mənfi 3 çıxsam toplanacaq. X çıxılsın digər kök. Hər şey əla. Böyük bərabər 0. 3 dənə mötərizə var, 3 dənə ifadə var deyək. Mötərizə biraz doğru olmadı. Hamısını sıfıra çevirən qiymətləri axtarırsan, sürətə sıfıra çevirən qiymətlərdən biri 2-dir. Ən böyük kök budur. Sonra biri mənfi 3-dür, onu da buraya yazıram. Bax, hər ikisi daxildir. Amma məxrəci sıfıra çevirən bu 0 qiyməti daxil deyil. Bu kimə daha yaxın olar? 2-yə daha yaxın olar. 0. Ayırdan belə cüt qüvvət varmı? Xeyr. Baş əmsal mənfidirmi? Xeyr. Onda plus, minus, plus, minus get. Nə istəyir? Böyük bərabər 0 istəyir. Yəni bura, bir də bura. Mənfi 3, hansı ki mənfi 3 daxildir. 0-a qədər 0 daxil deyil, bir də 2 daxildir. Müsbət sonsuzluğa. Ən kiçik tam 50-ni istəyir. O da mənfi 3 olmayacaqmı? Bəli. Gəldim 26-ya. Deyir ki, ədədlərinin hansı bərabərsin həllidir?
Burada uşaqlar yerini yazırıq. Məsələn 0 yazsam nə olar? Məxrəc 0-a çevrilər. Mən bilməliyəm ki, məxrəcdəki vuruqlar 0 olmamalıdır. X üstəgəl 2-də nə olmaz? 0 olmaz. Onda x bərabər deyil -2. -2 olmaz, 0 olmaz. Niyə? Çünki məxrəc 0 olur. 2 olarmı? Əlbəttə olar. 2 sürəti 0 eləyir. O da bizə problem yaratmır. Bunu həll eləmək lazımdırmı? Xeyr. Onsuz da qiyməti yerinə yazanda görünür. Həll eləyə də bilərdiniz ki, qiymətlər çoxluğunu tapdım müəllim, oradan baxdım. Amma o özünü boş yerə yormaqdır. Hər şey buradan aydın görünür ki, məxrəc 0 olmaz. Bərabərsizliyini həll edin. Bu da gözəl sualdır. Niyə? Baxın bizə deyir ki, 3 çıxılsın pi. Pi nə idi müəllim? Pi təqribən deyirəm, sən belə yazırsan. 3,110 özüm öz beynimlə dalaşıram arada. 3 təqribən deyirəm, sən belə yazırsan. Necə də demişəm, ortaq qərar verək. Şizofren miyiz qardaş? 3,14 təqribən. Düzdürmü? Bəli. Onda mən 3-dən 3,14 çıxsam cavab mənfidir, deyil mi? Hələ 3,14 çıxsam daha böyük çıxdığın zaman da təbii ki, mənfi olacaq. Yəni hər bir halda nəyi bilirsiniz? Bilirsiniz ki, pi 3-dən böyükdür də. Bunu hamımız bilirik. Ona görə nə oldu? Yuxarı mənfidir. Yuxarı mənfidirsə, aşağı nə olmalıdır? Gəlir ki, müəllim, sürət mənfi olduğu zaman bir kəsirdə məxrəci biz götürərik nə? Mənfi götürərik ki, mənfi böl mənfi cavabımız olsun müsbət. İndi burada bizim köklərimiz 2, 5 ola bilər. Cəm -3 olsa bunu mənfi götürürəm. Vuranda -10, toplayanda -3 əksin yazıblar. Kiçikdir varsa və kökləri bilirsənsə nə etməlisən? Kiçik kökdən böyük kökə. İnterval. -5, 2. Bunu yəqin ki, bilirsiniz artıq. Əgər bundan əvvəlki videoya baxmısınızsa, bunları mükəmməl bilirsiniz. Baxmayana geçsin, baxsın tez. 28. Yəni ona baxmadan buna baxmağın mənası yoxdur. Çünki orada bütün təməl şeyləri öyrənməlisən ki, gələrsən bura. X üstəgəl 1. Nə elədim? Bu ifadəni atdım sol tərəfə. Ortaq məxrəc nədir? Elə x üstəgəl 1-dir. Yuxarıda nə oldu? 1 minus x oldu. Böyükdür 0. Baş əmsal mənfi dax. Nə edirəm? Yuxarını x minus 1 kimi yazıram. Qarşıya bir mənfi atıram. X üstəgəl 1. Hətta belə eləyim də. Qoy biraz səliqəli olsun ki, ardıcılığı görə bilək. Müəllim skrin eləyirəm. Skrin eləməyin nə mənası var onu bilmirəm. Güya baxacaqsınız nə vaxtsa o misqan əlinə. Ölmək şeyim ölmə. Nə edirəm? Solu sağı -1-ə vururam. Bu -1, bu -1-i müsbətləşdirdi. Qaldı burada x minus 1, x üstəgəl 1. İşarə nə oldu? Dəyişdi, belə baxdı. İndi yuxarını 0-a çevirən qiymət x-in 1 qiyməti, aşağını 0-a çevirən qiymət x-in -1 qiyməti. Kiçikdir dediyi üçün köklər arası -1-lə müsbət 1 arası. Bu da B variantı olacaq. Məsələ bitdi. 29. 29 tam olaraq eyni sualdır. Nə edirsiniz? Bu ifadəni atırsınız sol tərəfə. Olur x bölünsün x minus 1 çıxılsın 2 bölünsün x minus 1 kiçikdir 0. Elə ortaq məxrəcimiz x minus 1 idi, yuxarıda isə x minus 2. Sağ olsun bu bizə əziyyət vermədi. Heç burada intervala ehtiyac yoxdur uşaqlar. Yuxarını 0-a çevirən qiymət müəllim x-in 2 qiymətidir. Aşağını isə 1 qiymətidir. Kiçikdir dediyi üçün interval nə oldu? Köklər arası 1-2 interval. Bunu bilirsinizsə super. Bilmirsinizsə öyrənin. Hər kəs sizə kanalizə mi olacaq? Siz öyrənin ki, neyinin işiniz rahat olsun. 30. Tənliyinin kökü mənfidir. Gözəl sualdır. Yenə 31-də deyir ki, tənliyinin kökü 3-dən kiçikdir. Sən tənliyin kökünün nə olduğunu bilsən, məsələ əslində bəsitdir. Çünki niyə? Tənliyin kökü deyəndə söhbət x-dən gedir. Sən x-i axtarırsan. X yəni mənfi olsun. Amma burada x çox qarışıq bir yerdədir. Nə edəcəm? X-i oradan çıxaracam kənara. 1 yazıram, çarpaz vururam. Olur 5ax üzərinə gəlir 4 bərabər. 4-ü vurdum 2a-ya. 8a, 4-ü 5-ə vurdum 20. 4-ü atdım o tərəfə. 5ax bərabərdir 8a üstəgəl 16. 4 sağa gəldi 20-dən çıxıldı. Ən nəhayətində x-i axtarırsansa 8a üstəgəl 16-nı bölərsən 5a-ya. Düzəldim işimiz, bəli. X nə olmalıydı kökümüz? Mənfi. Bunu mənfi götür, məsələ bitdi. Nəhayət, x-i tapdım və mənfi elədim. Yuxarıdan 8-i ortaq çıxarsaq, a üstəgəl 2. Aşağıda isə 5a var, kiçikdir 0. İndi nə edirəm? 8-in rolu varmı? Xeyr. 5-in rolu varmı? Xeyr. Ədədlərin rolu yoxdur burada. Vuruq kimi bir ədəd verilibsə, onun bir rolu yoxdur, müsbətdirsə. Mənfidirsə başqa məsələ. Onda nə edəcəm burada? Yuxarını 0-a çevirən qiymət -2-dir, aşağını 0-a çevirən qiymət 0-dır. Ayırdım bunu belə. İndi 0-dan yuxarı qiymət verirsiniz. Plus, minus, plus. Həm də demişdik ki, -2 ilə 0 arası olacaq. Onsuz da görünür ki, mənfini istədiyi üçün bura olacaq. -2 0 varmı? C variantında var imiş. Bu qədər sadə. X-i tapırsan və onu mənfi edirsən. İndi artıq 31-ci sual uşaqlar özünüz birinci cəhd eləyin.
Görün yaza bilirsinizmi, sonra baxarsınız. Mən deyim, madəm gedib gəldiniz. 2 açıq 1, x bərabər mənfi 5. Mənfi 5-i birinci sağa atdım. Ondan sonra x bərabərdir. Mənfi 5 bölünsün bura. 2 açıq 1. Kök tapıldı mı? Bəli. Bu nə olmalıydı? 3-dən kiçik. Kiçikdir 3 yazdım. Ondan sonra bura fokuslanırıq. 3'ü atıram bərabərsizliyin soluna. Çıx 3, 0. Nə olacaq buradan? 2A açıq 1. Bunu vuracam 2A açıq 1'ə. Mənfi 5. 2A'nı vurdum 3'ə. Mənfi 6A. Mənfi 1'i vurdum mənfi 3'ə. Üstə gəl 3. Kiçikdir 0. Sonra nə olacaq? Mənfi 6A çıxılsın 2. 2A açıq 1. Kiçikdir 0. Buraya qədər hər şey əladırmı? Sanki elədir. Yuxarıdan mənfi 2'ni ortaq çıxarsam qalar 3A üstə gəl 1. Burada isə 2A açıq 1 kiçikdir 0. Mənfi 2 bizə problem yaradacaqmı? Bəli. Hər tərəfi mənfi 2'yə bölsəm nə olar? Burada qalacaq 3A plus 1, 2A minus 1. Sanki hər tərəfdə mənfi getdi. İşarə nə oldu? Dəyişdi. Bax demişdim, baxın, müsbətin bir rolu yoxdur. Amma mənfi varsa işarəni dəyişir. Orada diqqətli olmaq lazımdır. Hər şeyi düz yazdıqmı? Bəli. İndi yuxarıdan 0'a çevirən qiymət 3A üstə gəl 1 bərabər 0-dan A bərabər mənfi 3'də 1'dir. Bunu tapa bilərsiniz. Mənfi 3'də 1'i buraya yazdım. Bir də məxrəci 0'a çevirən qiymət 2A açıq 1 bərabər 0-dan A bərabərdir 2'də 1. 2'də 1 də buraya yazdım. Ayırdıq intervallara. Plus, minus, plus. Nə istəyirdi? Müsbət istəyirdi. Ona görə mənfi sonsuzluq mənfi 3'də 1 birləşir 2'də 1 müsbət sonsuzluq. Varmı belə bir şey? Mənfi 3'də 1, 2'də 1 müsbət sonsuzluq. Düz tapmışıq. D variantı. Bax belə uşaq. Tənliyin kökü deyəndə, bərabərsizliyin kökü deyəndə həmişə x-ə fokuslanırıq. Hər ikisində. İndi baxaq 32-ci suala. Bərabərsizliyin deyir ki, həll edin. Nə edəcəm? Sürət mənə maraqlıdır ki, sürət nə deməkdir ümumiyyətlə orada? Sürətdə uşaqlar fışdırıq çalın. Mənfi 1 vuruq var, elə deyim. O mənfi 1'dən qurtulmaq lazımdır. Baş əmsal mənfidir. Nə edəcəm? Birinci belə yazım. Səliqəli olsun. Mənfi x kvadrat. Üzərinə gəlir 22x. Üzərinə gəlir 23. Burada isə x minus 2'nin kvadratı. Bax, burada baş əmsal mənfi olduğu üçün həm solu mənfi 1'ə vurdum, həm də sağı mənfi 1'ə vurdum. Yuxarıda aldım x kvadrat çıx 22x çıx 23. Məxrəcdə isə x minus 2'nin kvadratı. İşarə dəyişdi. Ondan sonra nə edirəm? Burada viyyətlə gedəcək uşaqlar. Hasili mənfi 23, cəmi müsbət 22. Bu 23 ilə mənfi 1 olmayacaqmı? Vuranda mənfi 23, toplayanda müsbət 22. Əksin yazıblar. Onda bunu vuruqlara ayırsam x minus 1 kök, x çıxılsın digər kök. X çıx 1 kök, x çıxılsın digər kök. Mənfi 1 çıxdığın zaman təbii ki, üstə gəlmə oldu. Böyükdür 0. İndi başlayıram burada nəyə? Yuxarını və aşağını 0'a çevirən qiymətlər. Biri 23'dür. Yuxarını 0'a çevirdi. Biri müsbət 2'dir. 2'ni çox bu tərəfdə yazacağım. Bir də mənfi 1 var. Hamısını tapdım. Qeyri-ciddi olduğu üçün heç nə ehtiyacı yoxdur. Daha doğrusu ciddi bərabərsizlik olduğu üçün heç biri daxil deyil. Və burada cüt qüvvət var deyə nə edəcəm? Oraya bir C hərfi yazacağım ki, səhv eləməyək. Buraya bir C hərfi. İndi heç biri daxil deyil bu arada. Niyə üstə gəlmələmişəm? Bu belə daxil deyil. Sonra plus, minus, yenə minus. Niyə? Çünki orada C hərfi var. Böyükdür istəmirdikmi biz? Bizə burada böyükdür lazımdır. Böyükdür də harada var? Mənfi sonsuzluq, mənfi 1 birləşir 23 müsbət sonsuzluq. Mənfi sonsuzluq, mənfi 1, 23 müsbət sonsuzluq da D variantında görürük. Gəldim 33'ə. Bərabərsini həll edin. 33'də biz nə edəcəyik? Deməli uşaqlar, aşağıdakı ifadəni vuruqlara mı ayıraq? Görək aşağıdakı ifadə nəymiş? Maraqlı bir ifadə oxşuyur. X kvadrat 9x üzərinə gəl 84. Burada uşaqlar bunun diskriminantı sanki mənfidirmi? Baxaq. D bərabərdir. 81 çıxılsın 4 dəfə 84. Hə. Diskriminant mənfidir. Biz bunu danışmışıq bundan əvvəlki bölmədə yenə. Özə dərsin izahında əvvəlki 5-10 dəqiqədə danışmışıq. Əgər diskriminant mənfidirsə və baş əmsal müsbətdirsə, bu ifadə heç vaxt mənfi olmayacaq. Kubda yazsan, üstündə 10'da yazsan fərqi yoxdur.
7 yaz, nə istəyirsən yaz. O ifadə heç vaxt mənfi olmayacaq. Diskriminant mənfi olduğu zaman iki hal var. Ya x-in istənilən qiymətində ifadə müsbətdir, ya da x-in istənilən qiymətində ifadə mənfidir. Əgər baş əmsal da müsbətdirsə, burada 1-dir gördüyümüz kimi, ifadə həmişə müsbətdir. Demək ki, məxrəc həmişə müsbətdir deyə uşaqlar, sürət nə olmalıdır? Sürət gərək mənfi olsun ki, mənfini müsbətə bölüm cavab mənfi olsun. 0 da ola bilər təbii ki. Artıq bunu bilmirdinizsə, o sizin günahınızdır. Siz onu öyrənməliydiniz. Bunu əvvəlki bölümdə izah etmişəm. Bunu sıfıra çevirən qiymət 3-dür, bu da mənfi 3-dür. Kiçik bərabər varsa köklər arası mənfi 3, müsbət 3 parçası. Görüşlər, biləndə, A variant dedim bu arada, nə qədər asan olur məsələmiz. Amma nə etmək lazımdır? Əvvəlcə nəzərini yaxşı öyrənmək lazım. Nəzərini bilmirsənsə, təbii ki, burada bütün suallarda ilişəcəksən. Amma nəzərini yaxşı bilsən, heç bir sualda ilişməzsən. İlişsən belə tapa bilərsən. 34. Nə edirəm? 1-i atıram sol tərəfə. 2x kvadrat üzərinə gəl 15. X kvadrat çıx 9, çıx 1 kiçikdir 0. X kvadrat çıx 9. Bunu vuracam. X kvadrat çıx 9-a. Burada 2x kvadrat üzərinə gəl 15. Çıx x kvadrat üzərinə gəl 9 kiçikdir 0. Yuxarıda aldım. X kvadrat üzərinə gəl nə? Bunların da cəmi nə olacaq uşaqlar? Bunların cəmi olacaq 24. Görə çox önəmlidir ki. Niyə önəmli deyil uşaqlar? Çünki yuxarı onsuz da hər zaman müsbətdir. X kvadrat üstə gəl 24-dür, minimum qiyməti 24-dür deyə hər zaman müsbət. Onda məxrəc nə olmalıdır? Məxrəc gərək mənfi olsun ki, ifadə yekunda müsbət və mənfi olsun. Bunu vuruqlara ərsəm x minus 3, x plus 3 kiçikdir 0. Bunu sıfıra çevirən qiymət 3-dür, bunu mənfi 3-dür. Kiçikdir dediyi üçün mənfi 3, müsbət 3 intervalı götürərik. Mənfi 3, müsbət 3 varmı burada? Tam əllərin sayını istəyir. Mənfi 3-dən müsbət 3-ə nə var uşaqlar? Mənfi 2 var, mənfi 1 var, 0 var, 1 var, 2 var. 5 dənə qiymət var, doğru cavabımız D variantı. Baxaq 35-ci suala. Bərabərlik tam əllərinin sayı. Eyni sualdır uşaqlar. Bunu özünüz artıq cəhd eləyin, yazın. Yaza bilməsəz biz buradayıq onsuz da. Deyirəm ki, 2-ni ataq sol tərəfə. Və hər tərəfi nəyəsə vurmuram uşaqlar. Vura bilməzsiniz. Hər tərəfi müəllim buna vuraq. Bəs işarə dəyişər yoxsa yox? Bilmirsən, hardan biləcəksən? Çünki x kvadrat çıx 4-ün nə olduğunu bilmirsən ki. Məsələ odur. Onu bilmirsən deyə problemdir. Ortaq məxrəcimiz x kvadrat çıx 4-dür. Burada yazıram x kvadrat çıx 4. Burada var 2x kvadrat çıx 13. Mənfi 2-ni bura vursam, mənfi 2x kvadrat üzərinə gəl 8 böyükdür 0. Bir də baxıram ki, bunlar islah gedir. Nə qəribə oldu? X-lər yoxa çıxdı. Yuxarı qaldım, mənfi 5 bölünsün, x kvadrat çıx 4. Bu bizi qorxudurmu? Xeyr, daha da yaxşı. İndi burada baxıram ki, uşaqlar, yuxarı mənfidir, elə deyilmi? Onda aşağı gələn nə olsun? Mənfi olsun ki, yekun cavabımız müsbət olsun. Onda x kvadrat çıx 4 gərək mənfi olsun. Vuruqları ayıraq. X minus 2, x plus 2 mənfidirsə, bunu sıfıra çevirən qiymət 2-dir, bunu mənfi 2-dir. Kiçikdir varsa, mənfi 2, müsbət 2 köklər arası cavab götürürük. Mənfi 2-dən müsbət 2-yə nə var? Mənfi 1 var, 0 var, 1 var. 3 dənə tam əllimiz var. Tam əllərin sayını istəyir. Doğru cavabımız da olacaq burada A variantı. 36-ya baxaq. Deyir ki, bərabərsizliyinin ən kiçik həllini tapın. İndi uşaqlar, burada bir dənə bizə problem yaradan bax bu ifadədir. Buna baxaq görək bu neymiş? Üstə gəl x, üstə gəl 2. Bu ifadənin diskriminantı 1 çıxılsın 4 dəfə 2 mənfi 7, yəni mənfidir. Əgər bizim diskriminantımız mənfidirsə və baş əmsal müsbətdirsə, bu ifadə hər zaman müsbət qiymətlər alır. Onda o ifadəyə baxmaq lazım deyil. O bizim üçün 7 kimi bir şeydir. Bir ifadə hər zaman müsbət qiymət alırsa, onun bərabərsizlikdə bir rolu yoxdur uşaqlar. X vurulsun, x minus 5. Bunu dəfələrlə demişəm. Rolu yoxdur da, yəni sən orada x-ə nə verirsən, müsbətdir. Onda nə mənası var ki onun? Heç bir mənası yoxdur. Atırsan gedir. İndi burada qeyri-ciddi bərabərsizlik var deyə əvvəl köklərimiz yazaq. Mənfi 3 var, bu daxildir, sürətdə olduğu üçün 0 ilə 5 isə daxil deyil. Ayırdım bunu bu cür. Burada cüt qüvvət var, bura bir C yazıram. Plus, minus, plus, plus. Görürsünüz, solu sağa eyni oldu. Nə istedi? Mənfini istedi. Onda cavabımız olacaq, bu da 0 ilə 5 arası. Bir də mənfi 3-ün özü. Çünki niyə? Mənfi 3-ün solu sağı ödənmədi, amma özü ödəndi. Çünki mənfi 3 versəm, sürət 0 olacaq. Onda cavab da 0-dır. 0 qiymətli olsa bizim bərabərsizliyimizin həllidir.
Elə deyilmi? Demək ki, ən kiçik tam həll, ən kiçik həll ümumiyyətlə. Tam, onsuz da başqa həll yoxdur ki, ən kiçik. -3 ən kiçik tam həllimiz, həm də ən kiçik həllimiz oldu. B variantı. Çox vaxt uşaqlar burada məsələn 1-i götürür. Çünki niyə? -3 yaddan çıxarır. Siz yaddan çıxaranlardan olmayın. Sizi bax elə o cür çaşdıracaqlar imtahanda. Deməli uşaqlar, yuxarıdakı ifadə bayaq deməmişdiyimi? Hər zaman müsbətdir. Ona görə yuxarı ümumiyyətlə baxmıram. Çünki niyə? Diskriminant, mənfi, baş əmsal müsbət. Deməli ifadə həmişə mənfi sonsuzluq, müsbət sonsuzluq həmişə müsbətdir. X-ə nə verirsən ver, X-in istənilən qiymətinə müsbətdir. Onda yuxarıda müsbət nəsə var deyə mən 1 yazıram yuxarıya, üstəgəlmə yazım yuxarı. Məxrəc nə olmalıdır uşaqlar? Məxrəc gərək bizdə. Niyə bu belə oldu? Hə, məxrəc gərək bizdə avtomatik olaraq mənfi olsun ki, cavab nə olsun? Mənfi olsun. Burada kiçik bərabər 0 yazmağına, kiçik 0 yazmağın heç bir fərqi yoxdur. Çünki niyə? Sürət onsuz da 0 olmur. Sürət 0 olmursa bu ifadə heç vaxt 0 ola bilməz. Məxrəcimiz də gərək nə olsun? Mənfi olsun ki, müsbətin mənfiyə bölündə cavabımız mənfi olsun. Onu yazıram bura. X üstəgəl 3-ün kvadratı vur x minus 5 mənfidir. Ondan sonra başlayaq kökləri qeyd eləməyə. Bunu sıfıra çevirən qiymət -3'dür. Bunu buraya yazdım. Bunu sıfıra çevirən qiymət 0'ın özüdür. Bunu sıfıra çevirən qiymət 5'dir. Ayırdıq bunu bu cür. Plus, burada bir C yazım. Cüt qüvvət var. Minus, plus. Kiçiyi istədiyi üçün nə qaldı burada? 0 ilə 5 arası. Və nə oldu burada uşaqlar? Nə deyir? Bizə deyir ki, bərabərsizliyin tam əllərinin cəmini tapın. Mən də fikirləşirəm ki, burada 0 ilə 5 arasında nə var uşaqlar? 1 var, 2 var, 3 var, 4 var. Bunda qaosa görə cəmləsəm, 4'ü özündən 1 vaid böyüyə vur, 2'yə böl. Cavabımız 10. Yaxud da cəmliyində 2 üstəgəl 3, 5, 1 üstəgəl 4, 5. Cavab oldu 10. Şova çox gerək yox. Bərabərsizliyinin natural həllərinin cəmini tapın. Çox gözəl sualdır. Hazır veriblər hər şeyi. Əziyyət çəkməyəcək vuruqları ayırmaq üçün. Hamısını sıfıra çevirən qiymətləri çox aydın görürəm. Biri məxrəci sıfıra çevirən 2'dir. Sürətdə isə 3 və 4 deyilmi? Bəli. Məxrəc sıfır ola bilməz. Heç vaxt qeyd eləmirəm. Amma 3 və 4'ü burada mütləq daxil götürməliyəm ki, cavabımız səhv olmasın. Ayırdım bunu belə intervallara. Cüt qüvvətimiz nədir? 4'dür, bir də 3'dür. Cüt olduğu üçün bir C üzr istəyirəm, bir də 2'dir. Cüt qüvvət. Bir burada var, bir burada var. 3'də yoxdur. Müsbətlə başladım. Plus, yenə plus. Solu sağı eyni olmalı. Sonra mənfi gəldiyi zaman yenə mənfi gəlməlidir. O da niyə? Çünki cüt qüvvət var. Natural həllərinin cəmini tapın. Bizdən nə istəyir? Mənfini istəyir, elə deyilmi? Deyərsən ki, müəllim, mənfi sonsuzluqdan 2'yə birləşir, 2 daxil deyildi. 2'dən 3'ə, əla. Bir də müəllim, birləşir 4'dən. 4'ün solu sağı ödənməsə də özü ödənir. 4 verdiyin zaman ifadə 0 olurmu? Bəli. 0 ola bilərmi? Bəli. Deməli, düz tapmışam. 4 daxildir. Natural həllərinin cəmi. Burada mənfi sonsuzdan 2'yə qədər bir dənə 1 var ancaq. Çünki 2 yoxdur. 2'dən əvvəl də 1 var. Sonra mənfilər gəlir 0'dan sonra. 2 ilə 3 arasında bir dənə burada 3 var. 2 çünki daxil deyil, 3 daxildir. Bir də burada 4 var. Topladım 8 oldu. Gözəl sual deyilmi? Səhv eləyə biləcəyin bir sualdır. O səhvi elə burada elə, həllini öyrən, imtahanda həmin səhvi eləmə. Nə olacaq ki? Deyir ki, mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında təyin olunmuş bu funksiyası və bu funksiyasının qrafikinə əsasən bərabərlik həll edir. Burada uşaqlar, f(x)in köklərini bilirsinizmi? f(x)i sıfıra çevirən qiymətlər 1 və 4'dür. Onda biz nə yaza bilərik? f(x) bərabərdir. A vurulsun, x minus 1, x minus 4. Bəs burada qollar yuxarı deyilmi? Deməli, A müsbətdir. Onda burada A yazmağın mənası varmı? Xeyr. Düzdür, ifadə belə olacaq, o heç. Amma bərabərsizlikdə onu yazmağın mənası yoxdur. Onsuz da A-nın müsbət olduğunu bilirsənsə, müsbət bir ədədin heç bir rolu yoxdur bizim üçün bərabərsizlikdə. Bəs Rx nə olacaq uşaqlar? Rx-ə baxaq. Rx də bərabərdir. Deyirəm ki, A vurulsun, başqa bir A, bu A2 olsun. X çıxılsın, mənfi 2, üstəgəlmə olar. Bir də x çıxılsın 3. Kökləri çıxırıq qısaca. Vuruqları ayırmaq üçün funksiyaya keçmişsinizsə, bərabərsizlikdə kvartik bir ifadədə bu cür edirik. Bərabərsizlik hələ sonrakı məsələdir. Yəni funksiyanın nə olduğunu bilməlisən burada. Çünki onu bilməsən bunu yaza bilməzsən. Biraz yəni belə deyək də, burada biraz qarışdırıblar məsələləri. Məsələn, naturalda nə bilim, natural yox, çoxluqda silsilə var. Düzdür, çoxluğu axırda keçirik biz əsasən, amma indi uşaqlar əvvəldə keçir deyə. Uşaq hardan bilsin çoxluqda silsilə nədir? Silsilə keçmir bax. Yaxud məsələn burada funksiyanı uşaq hardan bilsin. Biraz belə problemlər var, amma nə edək? Kreativ suallar salıblar. Deməli, burada da nə olacaq? Burada A2 mənfidir. A2 mənfi A bölmüsə. Niyə A2 mənfidir uşaqlar? Çünki qollar aşağıdır. Oradan bildim.
İndi deyir ki, bu vurulsun bu ifadə x üstəgəl 2, x çıxılsın 3. Amma nə deyirdik? Burada bir mənfi işarəsi var idi. O mənfini saxladım burada. Böyükdür 0. Məntiqi anladıq mı? Bunun baş əmsalı müsbət olduğu üçün yazmağın mənası yoxdur. Amma burada mənfi olduğu üçün onun xüsusi qeyd edilməsi, burada bir mənfi vuruğu var. Həmin mənfini yoxa çıxarmaq üçün solu sağı mənfi 1-ə vuraram. Bu mənfini yoxa çıxartdı. Oldu x minus 1, x minus 4, x üstəgəl 2, x çıxılsın 3, işarə dəyişdi, bu cür oldu. Bax, bir dənə mövzu budur ki, Jx-in qolları aşağı olduğu üçün qarşısında bir mənfi baş əmsalı var. Həmin baş əmsalı da yoxa çıxması üçün hər tərəfi mənfiyə vurdum, yoxa çıxartdım. Amma birincidə müsbət olduğu üçün ümumiyyətlə onu heç yazmadım, onun bir rolu yoxdur, müsbətdir deyə. Sonra bir də köklərimizi qeyd edək. Bunu sıfıra çevirən qiymət mənfi 2-dir. Bunu 1-dir, bunu 3-dür, bunu 4-dür. Bunlar aydın görünür. 1, 3, 4. Ayırdıq bunu belə. Plus, minus, plus, minus, plus. Mənfiləri istədiyi üçün mənfi 2, 1, birləşir, 3, 4. Mənfi 2, 1, 3, 4 varmı? A variantında var imiş. Maraqlı sualdır uşaqlar. Əslində maraqlıdır, sadəcə biraz funksiya birlikləri tələb edir. Yenə eyni sualdır. Ona görə bunu özünüz yazın. Mən uzatmayacağım uşaqlar, qısaca yazıram. Deməli, bizim burada f(x)imiz nə oldu? Hər hansı bir müsbət A qiyməti vurulsun, x çıxılsın bu kök, x çıxılsın bu kök. Birincini çıxanda bu müsbət vuruq kimi fikirləşin. Üstəgəl 2 oldu, bir də 3 çıxacaq. Jx-də isə nə olacaq? Bunun baş əmsalı mənfi olduğu üçün bir mənfi vurulsun yazıram. X çıxılsın bu kök, üstəgəlmə oldu. X çıxılsın bu kök, bu da çıxma oldu. Hər ikisini vuruqlara ayırdım. İndi bunları deyir ki, böl bir-birinə. Yəni x üstəgəl 2, x çıxılsın 3, bölünsün. Mənfi bir vuruğunu yaddan çıxarma. Müsbəti yazmıram, nə mənası var? X minus 5, 2 bərabər 0. İndi bu mənfidən qurtulmaq üçün nə edirəm? Hər tərəfi mənfi 1-ə vururam. Bunlar getdi. Aldım x üstəgəl 2, x çıxılsın 3, x üstəgəl 3, x çıxılsın 5, böyük bərabər 0. İşarə dəyişdi bu mənfi 1-ə görə. Köklərimizi qeyd edək. Yuxarıda köklər daxildir uşaqlar. Müsbət 3 daxildir. Sonra 5 daxil deyil, məxrəcdə olduğu üçün. Sonra mənfi 2 daxildir, mənfi 3 daxil deyil, məxrəcdə olduğu üçün. Ayırdım bunu belə. Sonra plus, minus, plus, minus, plus. Nə istəyir? Müsbəti istəyir. Yəni, mənfi sonsuzluq. Mənfi 3 birləşir. Mənfi 2, müsbət 3 birləşir. 5, müsbət sonsuzluq. Mənfi 2 hər iki daxildir? Bəli. Belə bir cavab aldım. Nə uzun bir cavabdır. Varmı belə bir şey? 5 daxildirmi? Xeyr. 5 daxil deyildir. D variantında hamısı var, sağ olsun veriblər. Gəldim burada 41-ə. 41-in funksiyası, qrafiki burada. 41-də bizə deyir ki, fx və jx bərabərsindir tam əllərinin cəmini tapın. Mən də nə edirəm? Əvvəlcə fx-i tapmağa çalışıram. Fx-ə fikir versək uşaqlar. Fx bərabərdir. Fx bizim bu ifadəmizdir. Bu. Yəni, qollar da yuxarı daxı. Müsbət nəsə vurulsun x minus 2, x minus 4. Baş əmsal müsbət olduğu üçün. Jx-də isə, jx deyirəm, yenə f yazıram. Jx-də isə mənfi nəsə vurulsun. Çünki niyə? Qollar aşağıda fikir verin. Burada a mənfidir. Burada isə müsbət idi. A1, A2 deyək. Qollar aşağı olduğu üçün mənfi yazdım. X üstəgəl 5 oldu çıxanda. Bir də x çıxılsın 2 yazdım. İndi bunları bir-birinə bölməliyəm. Böldüyümüz zaman nə olacaq? Yuxarıdakı ifadə x minus 2, x minus 4 bölünsün, mənfi vurulsun. X üstəgəl 5, x çıxılsın 2. Deyə bilər ki, mənim x çıx 2-ni x-lər aparaq mı? Aparacağıq, amma nəyə nəzərə almalıyıq? Onun varlığı nəzərə alınmalı təbii ki. X-lər aparsanız bir problem yaşaya bilərsiniz. Burada nə olacaq? Böyük bərabər 0. Birinci bu mənfidən qurtulaq uşaqlar. Mənfidən qurtulmaq üçün nə edirəm? Hər tərəfi mənfiyə vururam. Yuxarıda aldım x çıx 2, x çıx 4, mənfi ilə getdi. X üstəgəl 5, x çıxılsın 2, bir də işarə belə baxdı. Buraya qədər razıyıqmı? Burada məsələ nədir? Diqqətli olmalısan. Ondan sonra x 2 ola bilərmi? Xeyr. Heç vaxt. Çünki niyə? Məxrəci sıfıra çevirir. Ondan sonra x-lər apardım bunları. X çıx 4, x üstəgəl 5. İndi bir məsələ var ki, biz hər tərəfi nə elədik? X-lər apardıq x minus 2-yə. Hər tərəfi x minus 2-yə x-lər aparanda
problem olar mı? Xeyr. Kiçik bərabər 0. Ondan sonra yuxarını sıfıra çevirən qiymət 4-dür. Aşağını sıfıra çevirən qiymət -5-dir. Onu da burada yazıram. -5 daxildir, amma 4 daxildir. İntervallara ayırdım. Plus, minus, plus. Nə istəyir? Kiçik hissəni, deməli -5-dən 4 arası. Yazıram -5, 4, yarım interval. 2 daxildirmi? Xeyr. Onda 2-ni saymayacaqsan. Yəni -5-dən 2-yə qədər gəl, birləşir 2-dən 4-ə get. Nə istəyirdi bizdən? Həllərin cəmini tapın. -5-dən 2-yə nə var? -4 var, -3 var, -2 var, -1 var, 0 var, 1 var. 2 ilə 4 arasında 3 var, 4 var. 2 yoxdur, 3 və 4 var. -4-dən müsbət 4 gedir, -3-dən müsbəti 7, 1-lər 7, qaldı burada bir dənə -2. Yəni doğru cavabımız B variantı. Çətin sual bu sorular həqiqətən də. Məsələn, ixtisar biraz mürəkkəb məsələdir, amma məncə başa düşdük. Bərabərsini deyir ki, tam əllərinin cəmini tapmalıyıq bu aralıqda. Əvvəlcə biz bunu həll eləyək. Birinci uşaqlar, baxın. Bu x ilə 5-in yerini dəyişsəm, nəsə dəyişərmi? Xeyr. Çünki niyə? Kvadrat var. Mənfi də olsa, müsbət də olsa, yəni əksi də olsa, -7-nin də kvadratı, elə 7-nin kvadratına görə fərqi yoxdur. Yerini dəyişdiyin zaman əks alınır, amma qüvvətdə cüt olduğu üçün bir şey dəyişmir. Sonra nə edirəm? Yuxarını sıfıra çevirən qiymət 5-dir, aşağını sıfıra çevirən qiymət 7-dir. Ayırdım bunu belə. Burada bir cüt qüvvət var deyə burada C yazıram. Plus, minus, minus olur. Nə zaman mənfidir? Mənfi sonsuzluq. Müsbət 5, birləşir 5, 7. 2-7 aralığına daxil olan tam əllərinin cəmini tapın deyir. 2-7 aralığı. Haradadır 2-7 aralığı? Yəni bu qiymətlərdən 2-7-yə baxmalısan. Məsələn, biz belə eləyə bilərik. Bunları kəstirə bilər əslində. Nə deyirdi bizə? 2-7 demir. 2 daxildir. 7 daxildir. 2-7-yə baxırsan. Ortaq həll axtarırsan burada. Nə var? 2-dən 5-ə müəllim 3 var. 2-nin özü də var. 3 var. 4 var. 5 varmı? Xeyr, 5 burada daxil deyil. Sonra 6 gələ bilərmi müəllim? 5-7 arasında 6 varmı? Var. Bu da 7-yə qədər gəldiyi üçün bəli götürə bilərsən. Bu da olacaq neçə? 15. Bu suallarda diqqətli olmaq lazım təbii ki. Ortaq həll axtarırsan çünki. Yenə eyni sualdır. Bunu özünüz cəhd edin təbii ki. Sonra mən deyim. 43-dən. Yenə yerlərini dəyişirəm ki, düzdür, yerlərin dəyişməsiz bir şey olmayacaq. Eyni şeydir onsuz da. Mən səliqəli görəkdə belə yazıram. Böyükdür 0. Yuxarını 0-a çevirən qiymət 7, aşağını isə 5-dir. Belə yazdım və ayırdıq belə. Cüt qüvvət var deyə buraya bir C yazdım. Plus, yenə plus, sonra çıxılsın. Bizim axtardığımız qiymətlər bax buradadır. Ancaq buradan qiymət götürə bilərsən. İndi bu bizə deyir ki, 5-10 intervalı. Burada 10 yazıram. Deyir ki, 5-10 intervalına qiymətlər götürə bilərsən. Deməli, ortaqlardan görək nə var? 5 ilə 7 arasında 6 var. 7 ilə 10 arasında 8 var, bir də 9 var. Başqa bir şey varmı? Xeyr. Bunları cəmləsək nə olacaq? 15 o da 8, 23 mi olar? 17, bəli, 23 olacaq. Məsələ bitdi. Eyni sualdır. 44-ə baxaq. Bərabərsini ödəyən natural ədədlərin cəmini tapın. Birinci, yuxarıdakı ifadələrə baxıram. Bir xırdalamaq lazımdır. 3 çıx kökdə 10. Kökdə 11. Bilirəm ki, 3 nə deməkdir? Kökdə 9 deməkdir. Yəni, kökdə 9-dan kökdə 11 çıxan bura mənfidir. Bunu silib, sadəcə yerinə bir mənfi bir vurğu yaza bilərsən. Çünki sənin üçün önəmli ki, bu mənfidir yoxsa müsbətdir. Ədəd kimi bunun bir rolu yoxdur. Amma mənfi bir yazdığın zaman bura, mənfi vurğu olması bizim üçün maraqlıdır. 5-i ortaq çıxaranda x minus 7 burada qaldı. Buradan isə 2-ni ortaq çıxaranda x kvadrat çıx 6x üstə gəldi 9 olacaq. 5-in rolu varmı? Xeyr. 2-nin rolu varmı? Xeyr. Amma mənfi bir problemdir. Hər tərəfi mənfi 1-ə vururam ki, bundan qurtulaq. Bu bunu müsbətləşdirdi. X minus 7. Məxrəcdə isə x minus 3-ün xaricdən kvadratı olacaq bu ifadə. Bir də işarə normalda dəyişməlidir. Əslində, ədədləri bax, tez atanda misal bir xeyli asanlaşır. Bir də nəyi bilməlisən? Mənfi qiymətə diqqətli olmalısan. Məsələ bitdi. Yuxarını sıfıra çevirən qiymət 7-dir. Aşağını sıfıra çevirən qiymət 3-dür. Təbii ki, bu daxil deyil. Ayırdım bunu bu cür. Yazdım. Sonra nədir bizə? Kiçik bərabər 0. Məxrəc onsuz da 0 ola bilməzdi. Və amma burada C yazacağım. Çünki niyə? Solu sağı eyni işarədə olmalıdır. Başladım nə ilə? Müsbətlə. Plus, minus, minus. Bu da minusu istəyir deyə bizim burada cavablarımız olacaq. Mənfi sonsuzluqdan 3-ə qədər birləşir 3-dən 7-yə qədər. Varmı belə bir şey?
Ədədlərin cəmini istəyir. Cəmini istəyir. Gəlin cəmləyək. Mənfi sonsuzda 3-ə qədər 1 var, bir də 2 var. 3 ilə 7 arasında 4 var, 5 var, 6 var. Bu ikisinin cəmi 10-dur, burada 8-dir, 18. Deyərəm, məsələ bitər. Bax belə, biraz diqqətli olmalıydıq burada. Ödəyən ədədlərin cəmi. Düz yazmadım mı? 1, 2, 4, 5, 6, bir də 7 var. 7-ni bax yaddan çıxardım. 7 nə olacaq cəmimiz? 25 mi olacaq? 23 mi olacaq? Baxın. 4, 6, 10. Sonra bu 3, 7, 10. O da 5, 25. 7 daxildir. 3 daxildirmi? Xeyr, 3 boşdur. Səhv eləməyək. Düz dedikmi görəsən? Tamamlarının cəmini tapın. İnşallah düz dedik. 25. Ancaq şərhlərdə yazacaqsınız səhv olsa. Ondan əminəm. Müəllim səhv yazdınız. Gəldim 45-ə. 45-də bizə deyir ki, bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapın. Nə edə bilərəm? 2-yə vururam uşaqlar, yuxarını və aşağını. Burada yenə 2-yə vururam ki, nə olsun? Sürətlər eyni olsun. Burada aldım 2 böl 10. Burada aldım 2 böl 2x çıx 5. Burada aldım 2 böl 6. Sürətlər eyni olduğu üçün hansı kəsir daha böyükdür? Məxrəci kiçik olan kəsir daha böyük. Onda burada ən kiçik burada 6 imiş də. Ondan sonra 2x minus 5 gəlirmiş. Ondan sonra da nə gəlmiş? 10 gəlirmiş. Ən böyük bu olmalı təbii ki. Ondan sonra nə edirəm? Hər tərəfin üzərində 5 gəlirəm. Məqsəd nədir? İçəridəki ifadə yalnız x-dən ibarət olsun. 10 üstə gəl 5, 15. Bunlar gedər 2x. Burada isə 11. Bəs elədiyimi xeyr. X yenə tək qalmayıb. Bir də hər tərəfi 2-yə bölərəm. Bu olar 7 onda 5. Bu olar x. Bu da olar 5 onda 5. Nə istəyirdi bu bizdən? Tam ədədlərin sayını tapın. Orada bir dənə 7 var. 6 var. Bitdi. 2 dənə vardı. Elə deyil. Burada 2 dənə qiymət var. 1 7, 1 6. 7 onda 5-dən kiçik, 5 onda 5-dən böyük. 7 onda 5-dən kiçik, 7 var. 6 var. Bitdi. 2 qiymət. Cavabımız 2 oldu. Sonra 46 eyni sualdır uşaqlar. Nə qədər sualımız var? 50 dənə burada. 57. Davam edir mi? Yox. Bitdi. 57 sual. Yenə yaxşıdır. Bu bölməni də bitirdik. Bu 44. 2 harda idi? Burada idi. Orada 25 idi cavabı. Deməli, nə edirəm? 3-ə vururam. Sürət və məxrəci təbii ki. Vurduğumuz zaman 46-da nə oldu? Yuxarı oldu 3, aşağı oldu 18. Burada yenə 3 var. 3x üstəyə gəl 2. Burada isə nə oldu? 3 bölünsün 9. Sürətlər eyni olduğu üçün məxrəc nə olmalıdır? Hansı daha kiçiksə o daha ifadə daha böyük olur. Demək ki, ən böyük ifadə bu imişsə, bu ən kiçik məxrəcdir. Onda işarə belə baxır. 18. X tək qalsın deyə hər tərəfdən 2 çıxıram. 16, 3x, burada 7 oldu. Hər tərəfi 3-ə bölürəm. 16-nı 3-ə böldüm, 5 tam 3-də 1. 3x-i deməli 3-ə böləndə x qaldı. 7-ni 3-ə böləndə 2 tam 3-də 1 olmadı mı? Bəli. 5 tam 3-də 1-dən kiçik 5 var, 4 var, bir də burada 3 var. Davamı yoxdur. Çünki niyə? 2 tam 3-də 1-dən nə olmalıdır? Böyük olmalıdır. 5 olacaq da burada, hə? Diqqətlə baxsan 5 də var, bəli. 3 dənə qiymət. 5, 4, 3. Diqqətli olmaq lazımdır bu suallarda. A parametrindir hansı qiymətində, ən böyük qiymətində tənliyinin kökü 3-dən kiçik deyil. Yəni, eyni suallardır uşaq. Yenə burada nə eləməlisən? X-i tapmalısın. 2-ni vurdum A-ya. 2A. Baxırıq 47-yə. 2-ni vurdum X-ə. 2X. Mənfi A-nı A-ya vurdum. Mənfi A kvadrat. Mənfi A-nı X-ə vurdum. Mənfi AX. Burada yığaq istəyiz bir tərəfə. Ya da sağa yığacaq onsuz da. 15 çıx 7A. Heç nə də maşallah islah getmədi. Zülmə salacaqlar bizi. Demək, bunları 2A-nı atıram sağa, A kvadratı atıram sağa. Nəyi saxlayıram ancaq? X-li ifadələri saxlayıram. 2x-dən A-2 saxladım. Sonra 15 var burada. 2A getsə o tərəfə mənfi 9A olar. A kvadrat getsə müsbət A kvadrat olacaq. Buradan x-i ortaq çıxaracam. 2 minus A. Burada isə birinci yazaq A kvadratı. Sonra çıx 9A. Üzərinə gəl 15. Sonra nə olacaq? Burada da yaxşı bir şey alınmadı elə bir, hə uşaqlar? Amma eybi yox. Tənin kökü 3-dən kiçik olmalıdır. X-i tapaq. X-imiz olacaq. A kvadrat çıx 9A üzərinə gəl 15 bölünsün 2 minus A. Normalde kök 3-dən kiçik deyil. Yəni böyük bərabər 3. 3-dən kiçik deyil nə deməkdir uşaqlar? Yəni 3 ola bilər, amma 3-dən kiçik deyil.
Təki 3-dən kiçik olmaz. 3-dən böyük ola bilərmi? Ola bilər. 3 ola bilərmi? Ola bilər. 3-dən kiçik olmasında ona görə 3-dən kiçik deyil demək böyük bərabər 3 deməkdir. İndi nə edəcəm? 3-ü atıram bu tərəfə. Çünki burada heç nə alınmır da. 3, 5, 1, 15 bir şey yoxdur. Normal bir kök tapa bilmək. Üstəgəl 15. Yoxsa bölünürdü, mənmi səhv elədim görəsən? Burada nə səhv eləyə bilərik ki? 2A, 9A, 15 müsbət. Burada da maraqlı bir şey yoxdur. Bəlkə də vuruqlar daha sadə olar deyə düşündüm. Alınmır. 3'ü attım bu tərəfə. Böyük bərabər 0. Ondan sonra bunu vuracağım. 2 minus A'ya. A kvadrat çıx 9A üzərinə gəl 15. Çıx 6 üzərinə gəl 3A. Böyük bərabər 0. Mənfi 6 bir də müsbət 3'ə düzdür. Yuxarıda aldım. A kvadrat. Bu getdi. Mənfi 9A müsbət 3A. Mənfi 6A. 15 çıx 6. 9. Bir də burada uşaqlar 2 minus A-nın yerinə A minus 2 yazıram. Mənfini atıram qarşıya ki, həmişə elədiyimiz kimi nə olsun? Baş əmsal müsbət olsun. Bu A minus üçün xaricdən kvadrat, bunu hamımız bilirik. A minus 2. Bax, hər tərəfi mənfi 1-ə vururam. Bu mənfi yoxa çıxdı. Bir də işarə belə baxdı. Sonra aşağını sıfıra çevirən qiymət 2-dir. Yuxarını sıfıra çevirən qiymət 3-dür. Və bunu bu cür intervallara ayırsaq, bura bir C yazacağım. Çünki niyə? Cüt qüvvət var. Plus, yenə plus, sonra minus. Onsa bizdə nə istəyir? Kiçik bərabər 0, yəni mənfi sonsuzluq 2-yə qədər gəldi. Bir də birləşir 3. 3-ün solu sağı ödənməsə də özü ödənir. Nə istəyirdi bizdən? A parametrin hansı ən böyük qiymətində uşaqlar? 3 qiymətində. Bu aralıqda ən böyük qiyməti də 3-dür. Çox zaman burada uşaqlar nə edir? 3-ü ümumiyyətlə yazmadığı üçün bir də baxır ki, səhv cavab tapıb. 48-i düz heç yazmaq istəmirəm. Eyni sualdır və çox uzundur bunun həlli. Amma nə edək də düşmüşük də. 48-ə baxaq. 48-də x-i tapmaq lazımdır yenə də. A kvadrat ax çıx 3a çıx 3x bərabər 8a çıx 25. X tək qalsın deyə bunları bir yerdə saxlayıram. Ax çıx 3x. Bunları atıram sağ tərəfə. 8a var idi. Oldu bu mənfi 3a gəlsə 13a oldu. Yox 11a oldu. 8a-nı 3a-nı hesabladım. A kvadrat attım sağa. O da buraya gəldi. Mənfi A kvadrat. Mənfi 25 də vardı. Buradan x-i ortaq çıxartdım. Qaldı A minus 3. Bir də bunu səliqəyə salsaq belə yazarıq. Mənfi A kvadrat üzərinə gəl 11A çıx 25. Buradan x nəyə bərabərdir? Mənfi A kvadrat üstə gəl 11A çıx 25 bölünsün A minus 3. Nə olmalıdır bu? 3-dən böyük deyil, onda kiçik bərabər 3. Bayaq dedik axı, 3-dən böyük deyilsə, deməli bu belə çıxır ki, ya 3-ə bərabərdir, ya da 3-dən kiçikdir. Ona görə buradan da nə edəcəm? 3-ü atıram bu tərəfə. Burada qısa yazımda bunu 3-ü atım bu tərəfə. Attım, getdi. Sonra ortaq məxrəc ilə A minus 3-dür. Bunu vuracam A minus 3-ə. Mənfi A kvadrat üzərinə gəl 11A çıx 25. Çıx 3A üstə gəl 9 kiçik bərabər 0. Burada A kvadrat 11A çıx 3A oldu 8A. Bir də burada 9 var. 9 mənfi 25, bu da mənfi 16 oldu. A çıx 3 kiçik bərabər 0. Burada baş əmsal mənfi olduğu üçün hər tərəfi mənfi 1-ə vurarım. Mənfi 1-i vurdum, bura nə oldu? Müsbət A kvadrat mənfi 8A üzərinə gəl 16 A minus 3. İşarə də belə baxır. Yuxarıdakı ifadə nədir uşaqlar? A minus 4-ün xaricdən kvadratı A minus 3 böyük bərabər 0. Qaldı bunu həll eləmək. 2 dənə kökümüz var. Məxrəci 0-a 3 çevirir, sürəti isə 4 çevirir. 4 daxildir. Ayırdım bunu belə. Burada cüt qüvvət var deyə buraya bir şey yazdım. Plus, yenə plus, sonra minus. Nə istəyir? Böyük bərabər 0-ı. O da hardadır? Deməli, 3-dən müsbət sonsuzluğa qədər. Belə deyilmi? Yoxsa biraz qəribə mi oldu? Nə istəyir bizdən? A parametri hansı ən kiçik qiymətində? 3-dən müsbət sonsuzluğa ən kiçik qiymət nədir uşaqlar? 4-ün özüdür. 4 bizə problem yaradırmı? Xeyr. 4-ü verdiyimiz zaman nə olacaq burada? Bu misalda problem olmaz. Necə ki, məsələn, burada axıra qədər gəlmişik. 4 verdiyimiz zaman 0 olur. 0 da ola bilər. Yəni, bunun cavabı 4-dür. Bayaq 3 idi elə biləm. Burada 4 çıxdı. Növbəti sualımıza baxaq. Heç uzun misalda uşaqlar. Nə edə bilərik? Deməli, baxıram 49-a. 49-a deyərsiniz ki, müəllim, yuxarını
x minus 4, x plus 4 yazsaz, daha tez həll eləyərik. Bəli, razıyam sizinlə. Bunu apardım. Amma x 4 ola bilməz deyə qeyd eləməlisən. Çünki niyə? 4 verdiyin zaman məxrəc 0 oldu. Tapdığın qiymət sənə problem yaradacaq sonra. X üstə gəl 4 kiçikdir 24 çıx 3x. 3x'i bura at, 4'ü bura at. 4x kiçikdir 20-dən. X də kiçikdir 5-dən. Hər tərəfi nəyə böldüm? 4'ə böldüm. 5 qaldı. X 5-dən kiçikdir. Onda deyərəm ki, mənfi sonsuzluq 5. Amma 4 ola bilməzdi axı. Deməli, belə deməlisən. Mənfi sonsuzluqdan mənim 4'ə qədər 4 ola bilməz deyə bir də 4'dən 5'ə qədər. Bir dənə 4'ü daxil götürmədim. Ən böyük tam əl nə oldu? Təbii ki, 3 oldu. Əslində belə düşünə bilərdiniz. 5'dən kiçik hər şey olar. Onda müəllim 4 deyərəm ən böyük. 4 ola bilməz axı. Ona görə 3 deyərəm müəllim. Bəli. Bu cür düşünə bilərdiniz. 3 cavabı doğru cavabdır. 50'yə baxıram. Eyni məsələdir. Burada uşaqlar A minus B, A plus B-dən bunu aparsaq nə qalar? Müəllim üstə gəlməsi qalar. Da uzatmıram, bayaq kimidir. 6x çıx 25. X'i bura ataram, 25'i bura ataram. 25'i bura attım, 30 oldu. Burada isə aldım nə? 5x aldım. Diqqətlə baxdım. X minus 5 məxrəcdə olduğu üçün bu 0 ola bilməz. Yəni x'imiz 5 ola bilməz. Hər tərəfi buradan 5'ə bölərəm. Bu 6, bu 1. X'imiz altdan kiçikdir. Altdan kiçikdir, ən böyük qiymət mənim 5'dir. 5 ola bilməz, onda 4 olsun. Ən böyük tam əl bu oldu. Normalda ən böyük tam ələ 5 deyərdim. 5 ola bilməz deyə 4 deyirəm. İncə bir sualdır. Gəldik çox maraqlı suallarımıza. Deməli, bizə nədir? Bunlar uşaq bayaq biz eləmişdi demək olar ki, eyni suallardır. Məsələn, burada yuxarı necə bir qiymətdir? Bunu kökdə 4 yazsan, kökdə 3 çıx götür, yuxarı mənfidir. Onda aşağı nə olmalıdır? Mənim aşağı da mənfi olmalıdır ki, cavab nə olsun? Müsbət olsun. X onda kiçik oldu mənfi 3'dən. O da hardadır? B variantında. 1'ə getdi, B variantı. Ən böyük tam əlli mənfi 4'dürmü? Bəli. Mənfi 3'dən kiçik, mənfi 4 var da. B və C getdi. B-ni tapandan sonra C onsuz da avtomatik yanında gəlir. Hədiyyə. Baxıram ikinciyə. İkincidə uşaqlar belə tipli suallarda məxrəcdən qurtulmaq lazımdır həmişə. Məxrəcdən də qurtulmaq üçün nə edirəm? Hər tərəfi vururam 3'ə. Çünki məxrəc bir dənə 3 var da. 3 dəfə 3x, 9x, 3 dəfə 2, 6. 3'ü vurdum 3'də 1'ə. Bir dənə x qaldı. 3'ü vurdum 6'ya, mənfi 18. X'i bura at, 6'ını ora at. 8x böyük bərabərdir mənfi 24. Hər tərəfi 8'ə bölsəm, x böyük bərabər mənfi 3. Yəni mənfi 3 müsbət sonsuzluq. Bu da D variantıdır. D də getdi. Bir dənə cavab çıxdı burada. Başqa bir şey ona uyğun gəlmədi. Hə. 3'ə baxaq. 3'də isə uşaqlar, yenə burada eyni məsələdir. Bunu kökdə 4 yazsan, kökdə 4 çıx, kökdə 5 nə oldu? Yenə mənfi oldu. Bayaq da buna bənzər bir şey vermişlər. Burada nə etmişlər? Kökdə 3 çıx 2. Bu da 4 deyəndə yenə mənfi olmuşdu. Onda bura nə olmalıdır uşaqlar? Hətta məsələn belə deyim. Burada bir mənfi yarandı mı? Mənfi yaz bura. Məsələ bitsin. Sonra bu mənfini aç. Mənfi 1. Bunu bura vur. Müsbət x. Yerlərin səliqəli yaz. Heç nə ehtiyac yoxdur. Biri sağa atdın. X kiçik bərabərdir 1'dən. Yəni mənfi sonsuzluq 1'ə qədər. Bu da Y variantı. Başqa bir şey var mı burada? Yoxdur. Uyğunluq sualını həll elədik. Birinci, ikinci qruplar belə sualları imtahanda görəcəklər blokda. Buraxılışda yox. Bərabərsin həll edin. Baxıram sürətə uşaqlar birinci. X kvadrat üzərinə gəl 13x, üzərinə gəl 42. Bu ifadənin diskriminantına baxıram. 13'ün kvadratı çıxılsın 4 vur 42. 169 çıxılsın 168. Diskriminant 1. Deməli burada yaxşı bir kök vardır, elə deyilmi? Yaxşı bir kök var mı, yoxsa səhv mi dedim? 169, 4 dəfə 42. 160 dəfə, bəli, 1'dir. Onda bunun kökləri qəşəng olacaq. Gəlin fikirləşək də, 6 və 7 olar. Niyə bu qədər uzadıram ki? Əvvəl yoxladım ki, görüm diskriminant birdən mənfi olsa işimiz asan olardı, olmadı. 6, 7 deyəcəm, cəm mənfi olsun deyə, mənfi 6, mənfi 7. Vuranda 42, toplayanda da mənfi 13, əksin yazılar bura. Onda x minus mənfi 6 toplandı, x minus mənfi 7 toplandı. Bu da x minus 5 kvadratı şeydir 0. Köklərimizi qeyd edirəm. Yuxarıda mənfi 6, mənfi 7 var. Mənfi 7'ni bura, mənfi 6'ni bura, müsbət 5'i də bura yazdım. Ayırdıq bunu bu cür. Cüt qüvvət var mı? Bəli, burada var. Bura bir C yazdım. Plus, yenə plus, cüt qüvvət var deyə mənfi, müsbət. Nə zamandır bu mənfidir? Mənfi 7, mənfi 6. Bitdi mi? Bitdi, elə budur. Başqa bir şey tapmadıq. Mənfi 7, mənfi 6 tapdıq da. Mənfi 7,
-6. Burada deməli uşaq diqqətli olmalıyıq. Niyə? Çünki burada məsələn normalda 5 də daxil olsaydı problem olar. Çünki 5 sağda, solu sağa ödənməsi də özüdür. Amma burada heç bir problem yoxdur. Yuxarını vuruqlara ayırdın. -6, -7 vuranda -42 toplayanda -, düzdür. Yerinə yazdım. Ondan sonra nə etdim? İntervallarla cavabı tapdım. Məsələ bitmişdir. Cüt kök olduğu üçün nə edirəm? Sağdan başlayanda cütlə başladım, plus minusla getdim. Məsələ bitdi. Sonra gəldim 53-ə. 53-də bizə deyir ki, bərabərsini həll eləyin. Yenə uşaqlar, yuxarıda bax, kvart tənlikdə, kvartdakı ifadə daha doğrusu, 6, 3, nə deyəcəm buna? 7 və 9 deyirəm. Vuranda 60-ı, toplayanda 16 olmurmu? Əksini yazmayıblarmı? Bəli. Onda yuxarını belə vuruqlara ayırmaq olar. X minus 7, X minus 9. Aşağıda isə X üstə gəlib 4-ün xaricdən kvadrat. 2-dir 0. Köklərimizi qeyd eləyək. Hansı köklər var? Aşağını sıfıra çevirən -4 var. Yuxarını sıfıra çevirən 7 var, bir də 9 var. Ayırsam bunu bu cür. Cüt qüvvət var deyə bura bir C yazıram. Plusla başladım. Minus, plus, yenə plus. Mənfini istədiyi üçün 7, 9 deyəcəm. Məsələ bitmişdir. 54-ə baxaq. Bərabərsini həll edin deyir. 54-də uşaqlar. Birinci işimiz, bununla bir işimiz yoxdur. Digər tərəfdən burada bax 5 minus x yoxdur. Bunu x minus 5 yazmaq istəyirəm. Nə etməliyim? Bir mənfi atmalım qarşıya. Buradan mənfini çıxarsaq hamısından x kvadrat çıx 8 x üzərinə gəl 15 olar. Böyük bərabər 0. Mənfilər nə oldu? Getdi yuxarıdan aşağıdan. Sonra x minus 3. Yəni hər tərəfi mənfiyə vurmadığında işarə dəyişməli deyil. Özləri getdi. Bu da uşaqlar v ilə geçsək köklərimiz nədir? 3 və 5 deyilmi? Vuranda 15 cəmində 8. X minus 3, x minus 5 oldu. Nə qəribə bir şey oldu. Fikir verin. Qəribə bir şey aldıq. Elə deyilmi? Bunlar ixtisar gedər. Amma məxrəc 0 olmamalıdır. X bərabər deyil 3, x bərabər deyil 5. Bax, fərqli bir sualdır. Bu əvvəl yox idi məncə. Bu da diqqətli olmalıq. Niyə? Deyə bilərsiniz ki, mənim bu bundan getdi 1, 1, bu bundan getdi 1, 1. Onda 1 böyük bərabərsə, mənim 1 həmişə 0-dan böyükdür də. Onda mənfi sonsuzluq, müsbət sonsuzluq. Dedim və səhv elədim. Çünki 3 və 5 ola bilməz. Yəni mənfi sonsuzluq, müsbət sonsuzluq intervalından 3 və 5-i çıxar. Çünki 3 və 5 məxrəcdə var idi axı. İxtisar aparsam belə o məxrəcdə var idi. Ona görə 3 və 5-i çıxarsaq buradan, 3-ü və 5-i çıxarsam nə olacaq? Belə deyərəm bunu. Çox həqiqətən qəşəng sualdır. Mənfi sonsuzluqdan gəldim 3-ə qədər, 3 olmaz. 3-dən 5-ə bura olar, birləşir 3-dən 5-ə, 5 olmaz. 5-dən də sonra olar, 5 müsbət sonsuzluq. Belə bir cavab olmalıdır. Mənfi sonsuzluq 3, 3, 5, 5 müsbət sonsuzluq. Bir dənə 3 və 5 daxil deyil. Gözəl sualdır, bəyəndim. Yeni suallardan gözəl suallar da var. M parametrinin əngi, yenə başladıq qəribə bir suala. Burada uşaqlar məxrəcə baxırıq. Məxrəcin diskriminantı mənim üçün önəmlidir. D, 4 olacaq burada, çıxılsın. 4 vur, 2 vur, diskriminant nədir? Mənfidir. Mənfidirsə uşaqlar nə edə bilərəm? Hər tərəfi, burada ümumiyyətlə qurtulmaq olar da, amma burada 1 var da, biraz bir problem yaradır deyə belə yazıram. Birinci elə belə deyim, uzatmadan, vaxtımız çox getməsin. Deyirəm ki, belə eləyək uşaqlar, bunu sağa gətirim. Bu misalın hər tərəfini vuraq nəyə? 2x kvadrat çıx, 2x üstə gəl 3. Mənim buna vurmaq riskli deyilmi? Axı demişdiniz, dəyişənə vurmaq olmaz. Dəyişənə o zaman vurmaq olmaz ki, sən onun işarəsini bilmirsən. Mən axı bunun işarəsini bilirəm. Bunun diskriminantı mənfi olduğu üçün və baş əmsalı müsbət olduğu üçün biz demişdik axı. Diskriminant mənfidir, baş əmsalı müsbətdirsə, mənfi sonsuzluq, müsbət sonsuzluq hər zaman bu ifadə müsbətdir. X-ə nə verirsən ver, ifadə müsbətdir. Ona görə vurduğumuz zaman bununla bu getdi. Bu tərəfdə qaldı x kvadrat mx çıx 1. Sağda isə nə oldu? Elə bu ifadəni, çünki biri buna vuranda ifadənin özü qalacaq. 2x kvadrat çıx 2x üstə gəl 3. Hamısını yığa bir tərəfə. X kvadrat çıxılsın 2x kvadrat. Mx var. 2x gəldi üstə gəlmə oldu. Mənfi 1 var. Üstə gəldi. Mənfi 4 oldu. Buradan mənfi x kvadrat. Üstə gəl burada m. M üstə gəl 2-ni yazıram. Vurulsun x. Çıxılsın 2 0. Hər tərəfi mənfiyə vursaq. X kvadrat çıxılsın m üstə gəl 2x. Üstə gəl 4 böyükdür 0. Qaldı bunu həll etmək. Nədir bizdə? X-in istənilən həqiqi qiymətə doğrudur deyir. Yəni bu hər zaman müsbət olsun. Nə zaman həmişə müsbət olur? Diskriminantı mənfi olsa. Çünki onsuz da baş əmsalı 1-dir, müsbətdir. Diskriminant mənfi olsun. Onda bunun kvadratı m üstə gəl 2-nin kvadratı çıxılsın 4 vur, 1 vur 4 nə olmalıdır? Mənfi olmalıdır.
Bu da m üstəgəl 2-nin kvadratı çıxılsın 4-ün kvadratı. Onu da a minus b plus b eləyərəm. M üstəgəl 2 çıx 4. M üstəgəl 2 üstəgəl 4. A minus b plus b. Bu oldu m minus 2. Bu isə oldu m üstəgəl 6. Cavabımız nə oldu uşaqlar? Bunu sıfıra çevirən qiymət 2. Bunun mənfi 6-dır. Onda kiçikdir varsa interval. Bu iki dənə kökün arası olacaq. Mənfi 6, 2 intervalı. Nə istəyirdi? Hansı ən kiçik tam qiymətinə? Bu da olacaq mənfi 5 qiyməti. Həqiqətən maraqlı sualdır, amma biraz yorucudur. Bəli, uzun gedir. Eyni sualda artıq bunu uzun-uzun deməyəcəm. Yenə burada bizim məxrəcə varsaq diskriminantımız 9 çıxılsın 4/4 mənfi oldu. Onda baş əmsal da müsbətdir deyə hər tərəfi bu ifadəyə vura bilərəm. Vurduğum zaman nə olacaq? Heç də dəyişməyəcək. Həməli mən mənfi 1 bu tərəfə atıram. Elə həll edə bilərəmmi? İstəyirsə bunu da elə həll edək. Amma birinci dediyim daha yaxşı idi. Burada daha uzun bir misal olacaq. Düzdür, eyni şey olacaq yenə də. Tam olaraq eyni şeydir. Amma istəyirsə bunda fərqli bir üsulla deyək. Müəllim, gəlin mənfi 1-i sola ataq. Həmişə elə deyirdiniz. Yenə elə deyin, yaxşı. 3x üstəgəl 4. 1-i atdım bu tərəfə. Yuxarıda var x kvadrat mx çıxılsın 2. Bunu 1-ə vurub sürətə gətirəcəm. X kvadrat çıx mx çıx 2. X kvadrat 3x üstəgəl 4. X kvadrat çıx 3x üstəgəl 4 böyükdür 0. İndi yuxarıda 2x kvadrat bunlar toplandı. Mx 3x. Burada onda m üstəgəl 3. X yazmaq olarmı? Mənfi mx mənfi x olar. Mənfi 2 üstəgəl 4 müsbət 2 oldu. Aşağıdakı ifadənin bizim heç bir rolu yoxdur uşaqlar. Çünki niyə? Bu ifadə hər zaman müsbətdir. Mənfi sonsuzluq, müsbət sonsuzluq həmişə müsbətdir. Onda mən ancaq baxıram sürətə. Sürət nə olmalıdır? Onda sürət də gərək müsbət olsun. M üstəgəl 3, x üstəgəl 2. Deyir ki, bu həmişə ödənsin, yəni həmişə müsbət olsun. Demişdik ki, mənfi sonsuzluq, müsbət sonsuzluq, x-in istənilən qiymətinə bu ifadə gərək müsbət olsun deyirsə, onda diskriminantımız mənfi, baş əmsal müsbət olmalıdır. Baş əmsal onsuz da 2-dir. X kvadratın əmsalı baş əmsal 2-dir. Diskriminant mənfi olsun deyirsə, onda m üstəgəl 3-ün kvadratı çıxılsın. 4 vur 2 vur 2 kiçik 0. Bu da yenidən m üstəgəl 3-ün kvadratı, bu da 4-ün kvadratı kiçik 0. A minus b plus b eləsək, 4 gəldim bir dəfə də. Buradan 4'ü çıxdım. Kiçik 0. M üstəgəl 7. M çıx 1. Kiçik 0. Bunu sıfıra çevirən qiymət mənfi 7. Bunu da müsbət 1. Kiçik varsa nə edirsən? Mənfi 7, müsbət 1 intervalı. Nə istedi bizdən? X-in istənilən qiyməti ən kiçik qiymətində. Mənfi 7-dən biraz böyük, mənfi 6 var da tam qiymət. Bu da mənfi 6 olacaq. Gəldim son sualımıza. Biz belə gələk, təmiz bir yerdə yazaq. Deməli, A-nı bilirəm. A-mız nədir? 2-dir. 2x çıxılsın. D-ni bilirəm. 6-dır. X üstə gəlsə, x-dən işimiz yoxdur. C-ni bilirəm. 4-dür. Sonra x var yenə burada. B-ni bilirəm neçədir? B-də. B haradadır? B buradadır. B də 7-dir. Kiçikdir 0. Bir də buradan 2-ni ortaq çıxarsaq, x minus 3, x üstə gəl 4, x minus nə oldu bu? X minus 7, kiçik 0. 2-nin rolu varmı? Xeyr. Atırsan gedir. Ədəd çünki. Burada köklərimiz mənfi 4 var, müsbət 3 var, müsbət 7 var. Ayırdım bunu belə. Plus, minus, plus, minus. Mənfini istədiyi üçün mənfi sonsuzluq mənfi 4, 3, 7. Mənfi sonsuzluq mənfi 4, birləşir 3, 7. Bax belə uşaqlar. Maraqlı suallar idi. Sualların sonuna gəldi. Ümid edirəm faydalı oldu. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək videonu da bəyənməyi unutmayın, paylaşmağı, şərh etməyi unutmayın ki, davamlı olaraq videolar gəlsin. Özünüzə yaxşı baxın. Görüşənədək.